أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، والصلاة والسلام على سيدنا وحبيب قلوبنا وطبيب نفوسنا بالقاسم المصطفى محمد. اللهم صل على محمد وآل محمد وعجل فرجهم وعلى آله الطيبين الطاهرين المنتجبين سيما بقية الله في الأرض. Hamımızı bir daha salamlayıram. Resmi surətdə əziz qardaşlar, məclisimizi inşallah Qur'an-ı Kərimin tilavəti ilə başlayacağıq açılışına və dəvət edirik səhnəyə İran İslam Respublikası üzrə qari qardaşımız Məhəmməd Mehdi Nuri cənablarını, Ağa Məhəmməd Mehdi Nurinin salamatçılığına salavat hədiyyə edir. Allahümmə salli alə Muhammed və تجيب صلاة ختم الجلسة. اللهم صل على محمد وآل محمد وعجل فرجهم. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. لعن الذين كفروا من بني إسرائيل على لسان داود وعيسى بن مريم. Allah. ذلك بما عصوا وكانوا يعتدون. ذلك بما عصوا وكانوا يعتدون. كانوا لا يتناهون عن منكر فعلوه. كانوا لا يتناهون عن منكر فعلوه. لبئس ما كانوا يفعلون. ترى كثيرا منهم يتولون الذين كفروا. ترى كثيرا منهم يتولون الذين كفروا. لبئس ما قدمت لهم أنفسهم أن سخط الله عليهم. لبئس ما قدمت لهم أنفسهم أن سخط الله عليهم وفي العذاب هم خالدون. ولو كانوا يؤمنون بالله والنبي
ولو كانوا يؤمنون بالله والنبي وما أنزل إليه ما اتخذوهم أولياء ولكن كثيرا منهم فاسقون. ولو كانوا يؤمنون بالله والنبي وما أنزل إليه ما اتخذوهم أولياء ولكن كثيرا منهم فاسقون. لتجدن أشد الناس عداوة للذين آمنوا اليهود. لتجدن أشد الناس عداوة للذين آمنوا اليهود والذين أشركوا. ولتجدن أقربهم مودة للذين آمنوا الذين قالوا إنا نصارى. ذلك بأن منهم قسيسين ورهبانا وأنهم لا يستكبرون. صدق الله العلي العظيم. اللهم صل وسلم وبارك على رسول الله وآله الأطهار. على رسول الله وآله الأطهار. Teşekkür edirik Cenab Muhammed Mehdi Nuri kardeşten güzel sesiyle, melahatli sesiyle Kur'an-ı Kerim'in nurani ayelerini tilavet ettiler. İndi ise bir klipe bakar, sonra inşallah müqaddime için kardeşlerden Şeyh Doğru kardeşi davet edeceğiz, çıkış edecekler inşallah. Gözün aydın olsun. Adreye gəliblər. Cuhudlar yaşadıkları cəmiyyətlərdə digər xalqlara qarşı törətdikləri çirkin əməllərə görə tarixin müxtəlif dövrlərində təqib və qovulmalara məruz qalıblar. Tarixdə bunun çoxsaylı nümunələri mövcuddur. Yaxın günlərdə cuhudların Bakıya gəlişini nəzərə alaraq onların dünya xalqları tərəfindən qovulma səbəbləri barədə olan faktların bir neçəsini qeyd etməklə xalqımızı yaxınlaşan təhlükə barədə məlumatlandırmaq istəyirik. İngiltərə 1290-cı il. Orta əsrlərdə İngiltərədə cuhud icmaları ticarət və sələm sahələrində fəal idilər. Cuhudlar sələm vasitəsilə insanları borclanmağa vadar edir,
və xalqın gəlirlərini ələ keçirirdilər. Beləliklə, borcları daha çox artan xalq öz dolanışığını təmin etməkdə çətinlik çəkir və qazancını cuhudlara verməyə məcbur olurdu. Lakin 13-cü əsrdə cuhudların iyrənc siyasəti yerli ingilislərlə münasibətlərin gərginləşməsinə səbəb oldu. Xalq arasında həm dini, həm də iqtisadi narazılıq artdı. Beləliklə 1275-ci ildə 1-ci Edvard yəhudilər haqqında qanun qəbul etdi və onların həyata keçirdiyi sələm siyasətini məhdudlaşdırdı. Ardınca cuhudlara bədc, yəni xüsusi nişan taxmaq məcburiyyəti qoyuldu ki, küçədə gəzərkən digər insanlar onları tanıya bilsinlər. Bu qanun cuhudlar üçün sözün əsl mənasında biabırçılıq idi. Bir anlıq təsəvvür edin ki, evdən çıxarkən yaxanıza xüsusi nişan taxırsınız və küçədən hər kəs sizi barmaqla göstərir. Beləcə, hər kəs cuhudları taxdığı nişandan tanıyır və özünü onların hilələrindən qoruya bilirdi. Bundan başqa, cuhudlara daşınmaz əmlak satmaq və sələm vermək kimi işlərlə məşğul olmaq qadağan edildi. Beləliklə, qəbul edilən qərar nəticəsində ingilislər öz mal və mülklərini cuhudlardan qorumağa başladılar. 18 iyul 1290-cı ildə 1-ci Edvard bütün cuhudların 1 noyabra qədər İngiltərəni tərk etməsi barədə fərman verdi. Təxminən 3000 cuhud ölkədən qovuldu. Cuhudların qovulma şərtləri isə belə idi. 1. Cuhudların borclandırdığı ingilislərin ödənişləri kralın ixtiyarına keçdi. 2. Cuhudlara məxsus evlər, sinaqoqlar və digər daşınmaz əmlak dövlət mülkiyyətinə çevrildi. 3. Onlara yalnız özləri ilə daşıya bildikləri əşyaları götürməyə icazə verildi. 4. İngiltərədə cuhud icmasının rəsmi qayıdışı 1656-cı ilə qədər qadağan edildi. Bu hadisə sonradan digər Avropa ölkələri üçün nümunə oldu və cuhudların qovulması dövlət siyasətinə çevrildi. İspaniya 1492-ci il Alhambra fərmanı. 31 mart 1492-ci ildə 1-ci İzabella və 2-ci Ferdinand tərəfindən imzalanan fərmana əsasən İber yarımadasındakı bütün cuhudlar 31 iyula qədər ölkəni tərk etməli idilər. Sənəddə qeyd edilirdi ki, cuhudlar gedib bir daha qayıtmamaq şərti ilə ölkədən çıxmalıdırlar. Onlara əmlaklarını satmaq üçün icazə verildi. Lakin qızıl, gümüş və pul kimi maddi vasitələri aparmaq qadağan idi. Beləcə, cuhud icmaları İspaniyanı tərk edərək Osmanlı İmperiyası, Şimali Afrika, İtaliya və Fransa kimi bölgələrə sığındılar. Bu hadisə cuhudların böyük diasporasının başlanğıcı oldu. Fransa 1306-1394-cü illər. 12-ci, 13-cü əsrlərdə Fransada cuhudlar ənənəvi olaraq ticarət, bankçılıq və maliyyə sahələrində çalışırdılar. Əslində isə onlar müxtəlif adlar altında sələmçilik fəaliyyəti göstərirdilər. Cuhudlar tez bir zamanda feodallar və kralları onlardan borc almağa vadar etdilər. Lakin borclandırma siyasəti və xalq arasında yaratdıkları narazılıq nəticəsində cuhudların sələm fəaliyyətinə qarşı nifrət artmağa başladı. 1306-cı ildə Kral 4-cü Filip cuhudları ölkədən qovdu. Belə ki, onların əmlaklarını müsadirə etdi, borc sənədlərini yandırdı və təxminən 100 min nəfəri ölkədən çıxartdı. 1394-cü ildə Kral Charles bu siyasəti yenidən tətbiq etdi və yəhudilərin Fransaya 200 ilə yaxın qayıtmasına icazə verilmədi. Qara ölüm dövründə cuhudların qovulması. 1347-1351-ci illərdə Avropada yayılan qara ölüm, yəni taun xəstəliyi milyonlarla insanın ölümünə səbəb oldu. Avropa xalqları cuhudları quyuları zəhərləyərək xəstəliyi yaymaqda ittiham etdilər. 1348-1349-cu illərdə Fransa, Almaniya, İsveçrə və İspaniyanın əksər şəhərlərində
Yahudilərə qarşı kütləvi hücumlar baş verdi. Cuhudların sələm siyasəti bu nifrəti daha da dərinləşdirdi. Digər ölkələrdə də cuhudlara qarşı peşə məhdudiyyəti, nişan taxmaq və yaşayış qadağaları geniş yayıldı. Beləliklə cuhudlar bir çox Avropa ölkələrində yalnız xüsusi nişan taxmaqla küçələrə çıxa bilirdilər. Polşa, Yahudilərin qızıl dövrü 14-17-ci əsrlər. Avropada təqiblər artarkən Polşa kralı Kazimir Böyük cuhudları ölkəsinə dəvət etdi və onlara ticarət və elm sahəsində azadlıq verdi. Minlərlə cuhud Polşaya köçdü və burada öz məktəb və məhkəmələrini yaratdı. 17-ci əsrə qədər Polşa cuhudlar üçün Avropada ən təhlükəsiz və rifahlı ölkə sayılırdı. O dövrdə belə bir deyim vardı: Cənnət İtaliyadadır, cəhənnəm Almaniyada, amma Yahudi üçün yer Polşadadır. Ukrayna, Xmelnitski üsyanı 1648-1657-ci illər. Bu dövrdə Ukrayna torpaqları Polşanın nəzarətində idi. Kəndlilər və kazaklar cuhudların tətbiq etdiyi ağır vergilərdən və zadəganların zülmündən bezmişdilər. 1648-ci ildə Kazak lider Bohdan Xmelnitski üsyan qaldırdı. Nəticədə minlərlə cuhud qətlə yetirildi, yüzlərlə kənd yandırıldı. Tarixçilərə görə 100 mindən çox cuhud öldürüldü və ya köç etməyə məcbur qaldı. Rusiya imperiyasında cuhudların vəziyyəti 1791-1917-ci illər. 1790-cı illərdə Rusiya Polşanın böyük hissəsini ələ keçirdi və milyonlarla cuhud bir anda Rusiya vətəndaşına çevrildi. Çar hökuməti onları nəzarət altında saxlamaq üçün indiki Ukrayna, Belarusiya, Litva və Polşanın bəzi hissələrinə xüsusi bölgə yaratdı. Cuhudlara bu ərazilərdən kənara çıxmaq, torpaq sahibi olmaq və dövlət vəzifələrində işləmək qadağan idi. Cuhudlar bu bölgədə də sakit oturmadılar və nəticədə 1881-1906-cı illərdə bu bölgələrdə etirazlar başladı. Minlərlə cuhud öldürüldü, 100 minlərlə cuhud isə Qərbi Avropaya və Amerikaya qaçdı. Bu dövrdə cuhudlar əleyhinə ideologiya artıq rəsmi dövlət siyasətinə çevrildi. Cuhudlar isə bu siyasəti antisemitizm adlandırdılar. Qeyd edək ki, Səfəvilərin dönəmində İranda cuhudlara qarşı münasibət olduqca pis olub və onlar müsəlmanlar tərəfindən murdar hesab edilirdi. Belə ki, cuhudlar yalnız onlar üçün nəzərdə tutulmuş yerlərdə yaşaya bilərdilər. Eyni zamanda cuhudlar ictimai hamamlardan istifadə edə bilməz və yağış yağarkən bayıra çıxa bilməzdilər. Bu onların murdar olması və bədənləri yaş olarkən müsəlmanları da murdarlamasına görə idi. Sözsüz ki, bu qadağalar bir qədər əvvəl qeyd etdiyimiz səbəblər əsasında formalaşmışdı. Tarixə nəzər yetirməklə cuhudların arxivi barədə kifayət qədər məlumat əldə etmək olur. Belə ki, onlar hansı məntəqəyə qədəm qoyublarsa, orada sələm, talançılıq, fitnə çıxararaq xalqları bir-birinə vurmaq və digər bunun kimi mənfur əməllərlə məşğul olublar. Məhz bu səbəbdən cuhudlar getdikləri heç bir yerdə daimi yaşaya və güclü dövlət qura bilməyiblər. 19-cu əsrin sonlarında Avropada cuhudlara qarşı mübarizə güclənmişdi. Bu şəraitdə Theodor Herz 1897-ci ildə İsveçrənin Basel şəhərində 1-ci Sionist konqresi keçirdi. Məqsəd cuhudlar üçün milli vətən yaratmaq, yəni Fələstində cuhud dövləti qurmaq idi. O vaxt Fələstin Osmanlı imperiyasının tərkibində idi. 1882-1903-cü illərdə cuhudların Fələstinə ilk köç dalğaları, cuhud dilində desək aliyah başladı. Birinci köç dalğasında əsasən Rusiya, Polşa və Rumuniyada təqib olunan cuhudlar Fələstinə köçdülər. 1904-1914-cü illərdə ikinci aliyah, yəni köç dalğası başladı. Bu dəfə sosialist və işçi sinifindən olan Yahudilər Fələstinə köçdülər. Birinci Dünya müharibəsindən sonra 1920-ci ildə Fələstin Osmanlıdan alındı və Britaniyanın mandatı altına keçdi. Bundan sonra Britaniyanın Xarici İşlər naziri Arthur Balfour
Yahudi lideri Lord Rothschild'ə məktub göndərdi. Məktubda deyilirdi: Fələstində Yahudi xalqı üçün milli ocaq yaradılmasına Britaniya müsbət yanaşır. Bu sənəd qondarma Cuhud dövlətçiliyinin əsas hüquqi siyasi bazasını qoydu. Amma eyni zamanda Fələstin əhalisinin 90% ərəb idi. Bu da gələcək münaqişələrin toxumunu səpdi. 1918-ci ildə Fələstində təxminən 60.000 Cuhud və 600.000 ərəb yaşayırdı. 1939-cu ilə qədər Cuhud əhalisi 450.000-ə yüksəldi. İkinci Dünya müharibəsi zamanı yaranmış fürsətdən istifadə edən mənfur qüvvələr saxta Cuhud soyqırımı törətdilər və beləliklə Yahudi dövlətinin yaradılması ideyasına beynəlxalq rəğbət artdı. 100 illər boyu nifrətlə qarşılanan Cuhudlar Fələstində işğalçılıq siyasətini həyata keçirmək və saxta dövlət qurmaq üçün qondarma soyqırım siyasəti ilə istədiklərinə çatdılar. Onlar özlərini dünyaya məzlum göstərməklə Fələstində işğalçılıq siyasətlərini örtbasdır etdilər. Müharibə illərində Britaniya ərəb ölkələri ilə münasibətləri pozmamaq üçün Cuhud köçünü məhdudlaşdırdı. Nəticədə bir çox Cuhud qaçqını gizli yollarla Fələstinə gəlməyə başladı. 1947-ci ildə BMT tərəfindən Fələstini iki dövlətə bölmək planı qəbul edildi. 55% ərazi Cuhudlara, 45% ərazi isə Ərəb Fələstin dövlətinə verilməli idi. Cuhudlar qərara razı oldu, ərəblər isə rədd etdilər. 14 may 1948-ci ildə David Ben-Gurion İsrail dövlətinin yaradıldığını elan etdi. Məhz həmin gündən etibarən Fələstinlilər və qonşu ölkədə yaşayan müsəlmanlar qan və müharibələr içində boğulur. Əziz izləyicilər, tarixdən məlum olur ki, Cuhudlar hansı torpaqlara qədəm qoyublarsa, ora ancaq qan, fitnə, sələm və müharibə gətiriblər. Nəhayət Avropa dövlətləri artıq başa düşdü ki, Cuhudları özlərindən uzaqlaşdırmasalar, problemlərdən yaxa qurtara bilməyəcəklər. Ona görə də Cuhudlar Avropa və başqa yerlərdən Fələstinə köçürüldü və o gündən etibarən Cuhudlar bu torpaqlarda qırğın, soyqırım və repressiyaya başladı. Hazırda həmin Cuhudlar Bakıya gəlir və yaxın gələcəkdə Cuhudların Azərbaycana axınının daha da sürətlənəcəyi gözlənilir. Artıq Bakı, Gəncə və şimal ərazilərdə 100 minlərlə Cuhudun yaşayacağı evlər tikilir. İndi özünüz qərar verin. Bütün dünyanın qovaraq özündən uzaqlaşdırdığı bu murdar tayfa vətənimizə xeyir gətirə bilərmi? Bəs niyə gəlir? Xeyir gətirir? Ay gətirdi ya Kərbəlayı. Peyğəmbər və alə Peyğəmbərin gül zamanını salavatla yad edin inşallah. Allahümmə səlli alə Muhammed və alə Muhammed. İndi isə konferansın bu hissəsində Şeyx Toğrul qardaşlarına dəvət edilir gəlsinlər səhnəyə və konferansın girişi barəsində söhbət etsinlər. Peyğəmbər və alə Peyğəmbərin gül zamanını salavatla yad edin. Allahümmə səlli alə Muhammed və alə Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Ve sallallahu ala seyyidina Muhammedin ve alihi tahirin. Ve la'natullah ala a'daihim ecma'in minel an ila qiyam yevmiddin. Əvvəla mən bu konferansın təşkil olunmasında əməyi keçən, zəhməti keçən hər kəsə dərin təşəkkürümü bildirirəm. İkinci təşəkkürüm xalqımızadır və məlum olduğu kimi bilirsiniz, qərar qoyulmuşdu Azərbaycanda, Bakıda, xüsusilə Bakının
ən məzhəbi şəhəri Nardaran kimi bir yerdə Ravvinlərin, Cuhudların konfransı keçiriləcəkdi. Bu konfransın qarşısı xalq birliyi ilə alındı. Əlbəttə, burada xarici faktorlar da öz rolunu oynadı. Misal üçün, Türkiyənin Vətən Partiyasının sədri, müavinləri və başqa azad analitik insanlar, azad insanlar etiraz elədilər buna. Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanladılar. Bu konferansın ləğvini istədilər. Məlum olduğu kimi bəzi mənbələrdə bu konferansın ləğvi yazılsa da, amma mən bəzi rəsmi məlumatlarda gördüm ki, ləğvdir yox, təxirə salındığı qeyd olunub. Yəni, Yahudilərin Bakıda qərarlaşdırdığı konferans təxirə salınıb təhlükəsizlik səbəblərinə görə. Hər halda, hazırda bu konferans ləğv olub, amma Cuhudların Azərbaycana axını davam edir və bundan da əlavə mühüm məsələdir ki, onlar açıq-aşkar neçə ay qabaqcadan bu elanı eləyə bilirlər, artıq bu cürəti tapıblar. Azərbaycanda özlərini bu qədər rahat hiss eləyirlər. Bundan qabaqçı video materialda özünüz müşahidə elədiniz bunlar necə çirkin insanlardılar. Əgər insan demək olarsa, hara ayaq qoyublar, ora iqtisadi bəla, təhlükəsizlik və s. və ilə axıb getiriblər. İndi bizim ölkəmiz Azərbaycan bunun üçün şərait yaradıb və onlar axın-axın Azərbaycana gəlirlər. Bu böyük təhlükələrdən xəbər verir. 1948-ci il və video materialda qeyd olunduğu kimi ondan qabaqçı illərdə, tarixlərdə də yavaş-yavaş Fələstinə məzlum kimi ağlaya-ağlaya sığınmaq üçün gələnlər bugün Fələstində soyqırım törədirlər, ərazi iddiası edirlər və onların ağa-babalarının imzaları ilə də müqəddəs Qüds şəhəri onların paytaxtı elan olunur. Orada qondarma dövlət yaranır Cuhudlar üçün və s. və ilə. Amma əsas mövzumuza keçək. Bunlar gəlirdilər Azərbaycana İbrahim sazişini imzalamağa. İbrahim sazişinin mahiyyəti nədir? O barədə bizim Şeyx Məhəmməd qardaşımız məlumat verəcək. Amma mən burada bir şeyə işarə eləmək istəyirəm. İbrahim sazişi müqəddimədir Böyük İsrail layihəsinin həyata keçirilməsinə, Böyük İsrail projesinin həyata keçirilməsinə. Bir vaxtlar var idi, Cuhudlar, Siyonistlər Böyük İsrail projesini gizli saxlayırdılar. Mətbuata açıqlamırdılar. Çünki bunların hədəfidir və bu gizli olmalıdır, gizli öz işlərini görməlidirlər. Amma elə bir dövrə gəlib çıxıb, özlərində elə bir qüdrət və cəsarət hiss edirlər, Böyük Şeytan Amerikanın dəstəyi ilə artıq bunu elan eləməkdən çəkinmirlər. Yəni, siz sosial şəbəkələrdə görmürsünüz, Böyük İsrail projesinin xəritəsini qoyublar, hər yerdə paylaşırlar. Hazırda bunların qoyduğu xəritə, Böyük İsrail xəritəsi Nil çayından Fərat çayına qədər olan əraziləri əhatə edir. Amma mən burada parantez arasında bir şeyə işarə edeyim. Bu sadəcə olaraq mətbuata, mediaya təqdim elədikləridir. Gələcəm bu mövzuya. Hazırda bu xəritənin əhatə elədiyi ərazilər Misirin Sinay yarımadası, İordaniya və Qərb sahili, Suriyanın cənubu, o cümlədən Dəməşqin ətrafı, İraqın qərb hissəsi, Səudiyyə Ərəbistanının şimalı və daha geniş əraziləri əhatə edir. Bu, qeyd elədiyim kimi, sadəcə olaraq mətbuata, mediaya təqdim elədikləri xəritədir. Amma məlumdur ki, bunlar dünyanı əhatə eləmək istəyirlər. Bunu nəyə əsasən deyirəm? Baxın, İsrail, Cuhudlar, bu rejim, bu siyonist rejim özlərini yer üzünün hakimi, yer üzünün ən üstün insanları təsəvvür edirlər. Araşdıranlar bilirlər.
Siyonistlərdə qoy etiqadı var. Nədir qoy etiqadı? Onların etiqadına görə yer üzünün insanları iki hissəyə bölünür. Yahudilər və qeyri-Yahudilər. Qeyri-Yahudilər hamısı qoylardır. Yahudilər yer üzünün ən üstün insanlarıdır. Bu bunların etiqadıdır. Və bu etiqada əsasən onlar yer üzünə hakim olmaq istəyirlər. Əvvəllər bunu gizli saxlayırdılar, demirdilər, amma indi açıq-aşkar Siyonist zuhud xaxamları açıq-aşkar bunu elan edirlər. Siz özünüz sosial şəbəkələrdə görmürsünüz xaxamların özlərindən razı, təkəbbürlü və vəhşicəsinə çıxışları. Mən onlardan sadəcə birini qeyd eləmişəm burada. Bu yaxınlarda Siyonist xaxam deyir, əgər bir Yahudiyə bədən üzvü lazım olsa, o bədən üzvünü təmin etmək üçün onu qeyri-Yahudidən zorla ala bilər. Çünki Yahudilərin həyatı digər insanların həyatından daha dəyərlidir. Artıq bunu açıq-aşkar deyirlər, gizlətmirlər. Əvvəllər gizlədirdilər, indi də böyük şeytan dayanıb, hegemon güclər dayanıb arxasında qüdrət əldə ediblər, bunu açıq-aşkar deyirlər. Yəni biz bunların mahiyyətini dərk eləyə, necə razı ola bilərik ki, bunlar bizim ölkəmizə rahat, axın-axın gəlsinlər, məskunlaşsınlar. Bugün bu məsələyə sesini çıxarmayan hər kəs bilməlidir ki, özü amanda qalsa, hətta əgər ki, qalmayacaq, amma hətta əgər desək özü amanda qalsa, bu çirkin siyasət onun balalarına, onun balalarının balalarına yetişəcək. Bu çirkin siyasət, bu vəhşilik, bu işğal, bu soyqırım gec-tez bütün nəsillərimizi bürüyəcək. Ona görə də bunun qarşısını indidən almaq lazımdır. Mən qayıdım Böyük İsrail projesinin bəzi məsələlərini də qeyd edeyim, sözümü tamamlayayım, mənim vaxtım azdır, çox deyil. Böyük İsrail projesinin geosiyasi məqsədləri və təhlükələri. Bir yaxın şərqin siyasi xəritəsini dəyişmək, buna regional, etnik və dini xətt üzrə bölmək daxildir. Yəni bu projenin əsas hədəflərindən biri etnik azlıqları cüşə gətirmək və bunların vasitəsilə dini xətt üzrə parçalanmalar yaratmaqdır, parçala hökm elə. İxtilaflar, ixtişaşlar salmaqdır. İsrailin regional hegemonluğunu təmin etmək. Böyük İsrail projesi əgər baş tutarsa, İsrail regional hegemonluğu təmin olunacaq. Hamısı bunları öz mənbələrindən seçib getirmişəm. Yəni bunu özləri deyir, zuhudlar deyir, siyonistlər deyir, özümüzdən yazmamışıq. Buna hərbi, iqtisadi, texnoloji üstünlüyün möhkəmləndirməsi daxildir. Bugün də görürük, texnoloji, iqtisadi, media sahəsində bunların qüdrəti var. Hərbi sahədə böyük hegemonların, şeytan qüvvələrin dəstəyi ilə nüvə silahına sahib olublar. Artıq ona görə bu qüdrəti əldə ediblər, heç nədən çəkinmirlər, açıq-aşkar soyqırım edirlər. Baxın, Fələstin müsəlmanların, Qəzzanın soyqırımını bütün dünya müşahidə edir. Bütün dünya, hanı beynəlxalq təşkilatlar, hüquq təşkilatları, hanı BMT bir söz deyə bilir, beynəlxalq hüquq təşkilatları bir söz deyə bilir, xeyr. Birləşmiş Millətlər Təşkilatı, BMT istəyir nəsə desin, Amerika gəlir bir veto qoyur, heç bir iş yola bilmirlər. Beynəlxalq Cinayət Məhkəməsi Netanyahunu və onun dəstəsindən olan siyonistləri Qəzzada soyqırım törətdiyinə görə beynəlxalq hərbi cinayətkar elan elədi və harda görünsə tutulması barəsində əmr verdi. Amerika və onun tərəfdarları, böyük şeytanlar, böyük dövlətlər tərəfindən həmin şəxslər sanksiyalara məruz qalıb, sui-qəsdlə ittiham olunurlar. Təhdid olunurlar, sui-qəsdlə təhdid olunurlar. Bu qüdrətin qarşısında ancaq xalq birliyi dayana bilər, başqa heç nə dayana bilməz. Və biz bunun şahidi olduq, xalq birliyi ilə etiraza qalxdıq, onlar təhlükəsizlik səbəblərinə görə bunu ləğv və ya təxirə saldılar bu konferansı.
3. Ərəb və müsəlman dövlətlərini zəiflətmək bu projenin, Böyük İsrail projesinin əsas hədəflərindən biri budur. Bunda daxili parçalanmalar sayəsində həyata keçirmək istəyirlər və Qüdsün yeganə paytaxt kimi tanınması və beynəlxalq legitimləşdirilməsi Böyük İsrail projesinin əsas hədəflərindəndir. Bunların qarşısında dayanmaq lazımdır. Nəticə budur ki, mən sözümü yekunlaşdırıram. Əgər region xalqları və beynəlxalq ictimaiyyət bu planlara qarşı bircə mövqe tutmasa, nəticə daha çox müharibə və qaçqınlıq və etnik soyqırımlar olacaq. Ona görə də xalq birliyi ilə bunun qarşısında dayanmaq lazımdır, var gücümüzlə. Hətta mən deyərdim, məlum olduğu kimi Siyonist rejim bəzi başçıları təhdid edir. Bəzi ərəb ölkələri başçılarını, başqa liderləri həyatı ilə təhdid edir. Deyir, biz dediklərimiz olmasa, siz öldürüləcəksiniz, ailəniz öldürüləcək, uşağınız öldürüləcək. Bu, bunların birinci silahı təhdid. İkincisi, montajdır, onların ikinci silahı. Montaj edirlər. Videolarla, görüntülərlə, şəkillərlə. Bizim dediyimizi eləməsiniz, videolar vuzayalacaq və s. və ilə montaj edirlər. Üçüncüsü, pulla ələ almaq. Pulla ələ ala bilmədiklərini bu dediyim iki şeylə ələ alırlar. Mən deyirəm ki, bu mübarizədə, cühudlarla mübarizədə montajı gözə almaq lazımdır, abırdan keçmək lazımdır. Təhdidi gözə almaq lazımdır, ölmək lazımdır. İqtisadiyyatdır, puldur, şirinləşmək lazımdır. Peyğəmbərin mən bu kəlamını onlara xatırlatmaq istəyirəm, xüsusilə ərəb ölkələrinin başçılarına. Ayı bir əlimə, günəşi bir əlimə versəz, öz təbliğimdən, öz risalətimdən dönmərəm. Məsələnin mahiyyəti budur ki, bugün öz abrını qurban verməyə hazır olmayan, ölümdən qorxan, pula, iqtisadiyyata nökərçilik eləyənlər, bunlara qurban gedib Siyonistin əmrinə tabi olan insanlar gələcəkdə bundan amanda qala bilməyəcəklər. Lab deyək, 5 il, 10 il çox yaşadılar, sərvətli yaşadılar. Nəticə nə olacaq? Nəticə onların istifadə müddəti qutaran kimi şantaj lazımdırsa şantaj olunacaq, öldürmək lazımdırsa öldürəcəklər və yaxud da sən nə işi olmasa da bayaq qeyd elədiyim kimi öz balalarımıza, nəsillərimizə, nəvələrimizə bu vəhşi soyqırım siyasəti yetişəcək. Bundan qaçmağı yeganə yolu, yenə də deyirəm, əl birliyi ilə birləşib bunlara etiraz eləmək lazımdır. Sonda Həmasın, hamımızın, şəhid olanların, biz müsəlmanların hamımızın boynunda haqqı var. Niyə? Çünki 7 oktyabr 2023-cü il Həmasın həyata keçirdiyi Tufanul Əqsa əməliyyatı Böyük İsrail projesinin həyata keçirilməsini 2 ildən çox müddətə təxirə saldı. O zamanlar İbrahim razılaşması müqavilələri, sazişi müqavilələri ciddi şəkildə müzakirə olunurdu. İsrailin ərəb ölkələri ilə bu sazişi imzalamağı və böyük İsrail projesi həyata keçiriləcəkdi bu sazişdən sonra. Həmasın bu əməliyyatı onu 2 ildən yuxarı təxirə salır. Hələ indiyənə qədər bunlar bu İbrahim sazişini imzalaya bilmirlər. Ona görə də Həmasın Fələstində şəhid olan hər kəsinin bütün müsəlmanlar boynunda haqqı var. Əgər biz bugün hər bir vasitə ilə, var gücümüzlə Böyük İsrail projesinin qarşısını almaq üçün əlimizdən gələni etməsək, əvvəla öz vicdanımıza cavab verəcək, ikincisi Allahın məhkəməsində cavab verəcək, üçüncüsü Fələstinli şəhidlərin cavabını verə bilməyəcək. Onların hamısının qanı bütün müsəlmanların boynundadır. Və axırda əgər mənim vaxtım tükəndi, axırda əgər vaxt olsa, xalqın sesi qısa bir yazı var, bir abzasdan ibarət. Bizim ölkədən vətəndaşlar, xalqımız bir çox bizə mesajlar göndəriblər və xahiş ediblər ki, konferansda onlardan bəziləri səslənsin. Mən sadəcə olaraq qısa bir abzasını seçmişəm və adını qoymuşam xalqın səsi. Axırda əgər vaxt olsa, mən
Onu da səsləndirərəm burada icazə özünə. Çox sağ olun. Bir daha gəldiyiniz üçün təşəkkür edirəm və bir daha bu konferansın baş tutmasında zəhmət çəkən, əmək olan hər kəsə dərin təşəkkürümü bildirirəm. Çox sağ olun, var olun. Teşekkürler, çok sağ olun. Şeyh Toplu kardeşin sağlamakçılığına, Peygamber var, Peygamberin gülüş kanalına salavat hediye inşallah. Allahümme salli ala Muhammed ve Ali Muhammed ve Accib Fecam. Samiri cəryanı tarixdə sadə bir cəryan deyildi. Quran-ı Kərimdə Allah Təbarək və Teala Taha surəsinin 96-97-ci ayələrində bunun haqqında danışır. Samiri cəryanının haqqında 97-ci ayədə belə buyurulur ki, İbrahim Hz. Musa Aleyhisselam Samiriyə dedi ki, Fəzhəb, indi get, rədd ol buradan. Fəinnə ləkə fil həyatı dünya, fil həyatı əmin. Təqulə la misasa. Get buradan. Sənin üçün bu ayəni düzgün tərcümə eləmirlər. Çoxları təzə təhqiqatlara əsasında. Çoxları onu düzgün tərcümə eləmirlər. Yəni, sənin üzərində bu bəla var ki, sən cəmaatı deyəcəksən ki, mənə yaxınlaşmayın, məni toxunmayın. Çünki ona bir xəstəlik bir sonra bu adətən bu zırhən təfsir edirlər bu ayəni. Bu xəstəlik günü bu deyəcək qədər, sonra bu da ölüb gedirlər. Ya bunun cəzası budur. Ahirətdə də ki, və innə ləkə mav'idən lən tuxləkə heç vaxt bu vədənin xilafı olmayan bir sənsiz vədə var ki, orada da səni xulasa Allah Teala, yəni qiyamətdə, bunu da qiyamət olurlar. Qiyamətdə Allah Teala səni cəzalı verəcək. Yeni təhqiqatlara əsasən burada əleykə deməli, fəinnə ləkə dedi, sənin üçündür, deməli sənin əleyhə. Və yəni bu dünyada misası kəlməsini də nur kəlməsi ilə mütərəddif tuturlar. İddiaları budur ki, misası kəlməsinin bir mənalarından biri də nurdur. Yəni sən bu dünyada deyəcəksən ki, nur yoxdur, inkar edəcəksən həmişə var. Haqqı inkar edəcəksən. Və vədə verilmiş günə qədər sənin vaxtın var. Bundan istinbat edirlər ki, Samiri hələ də sağdır və bütün bu cərəyanı o idarə edir. O Yaqub cərəyanı ki var, ta günü buna qədər gəlir, o idarə edir. Onun idarəçiliyindədir. Allah'a anlıqları yüzət icralarına inşallah Əmir Əl-Müminin, Əli Aleyhisselamın şiyyələrinin, Əli ilə İmam Zaman ağamızın inşallah köməkliyi ilə bu mənhus və mənfus qövmin şərrin əşkəliyyətin üzərindən uzaq edəsin. Peyğəmbər və ailə Peyğəmbərin gün zamanında sallatla yer edək. İndi isə biz konferansın hissəsində çıxışı verdik Şeyh Muhammed qardaşımıza, inşallah qardaşın sağlamasılığına salavat edək. Allahümme sallallahu Peyğəmbər və Ali Peyğəmbərə səlavat zikr edək. Allahümme sallallahu Bir-iki nöqtələr deyəcəkdim, bütün nöqtələrə doğru işarə elədi, daha bir şey qalmadı deyək. Amma orada bir nöqtəyə işarə elədi, o İbrahim müqabiləsidir. İbrahim müqabiləsi nədir? Təsəvvür edin, 2020-ci ildir, Azərbaycanda bəzi proseslər baş verir. Polat Həşimov ermənilər tərəfindən qətlə yetirilib, müharibə hələ başlamayıb. Bu zaman Amerika dövlətinin təşəbbüsü ilə, xüsusilə də Trumpın təşəbbüsü ilə bir neçə ərəb ölkələri başında Birləşmiş Ərəb Əmirlikləri olmaqla bunlar Vaşinqtonda İbrahim müqaviləsini imzalayırlar. Həqiqətdə yaxın şərik ərəb dövlətlərini müqavimət cəbhəsinin əleyhinə bir müqavilə. Bu müqavilənin neçə dənə mahiyyəti var, neçə dənə bəndi var, 12 bənd deyirlər.
Çünki məsələnin görünən üzü 12 bənddir. Məsələnin batini var nə qədər. Onun 6-cı yoxsa 7-ci, mühüm deyil neçənci, əsas o bənddə var. İsrailin təhlükəsizliyidir. Yəni, o müqavilədən sonra İsrail bütün ərəb ölkələri tərəfindən difa olunacaq, müdafiə olunacaq. Yəni, ərəb ölkələrinə hər hansı, İsrailə hər hansı bir zərbə dəyərsə, ərəb ölkələri onlara kömək edəcək. Yəni, baxın, İranda da və Azərbaycanda da bəzi sözlər dedilər ki, Hamas nəyə görə həmlə etdi, hücum elədi. Bəzi insanlar bu məsələni anlamadılar ki, Hamas nə hücum elədi. Baxın, bir dənə məsələ var, Arab Med, Aralıq dənizinin dəhliz ölkələri deyilir, Səudi Ərəbistan və digər ölkələr. Mallar gəlir Avropadan, digər yerlərdən, oradan keçir. Gedir Misrə və ən mühümü İsrailə keçir. O İsrailə mallar ki gedir, hardan Aralıq dənizinə çıxmalıdır? Aralıq dənizinə çıxmaq üçün Qəzzədən keçir. Qəzza, gec, tez, alov, yəni tutmalıydı oranı. Onlar vuracaqdı Qəzzəni. Çünki İsrailin siyasəti ilə uyğun gəlmir bu məsələ. Hamas elə bir şey gördü ki, heç İsraillər ki, özə itiraf elədi, bizim xəbərimiz olmadı ki, necə həmlə etdi. Yəni, Hamasın bu işi səbəb oldu ki, bütün ərəb dövlətləri bu İbrahim müqaviləsindən çəkilsinlər, keçsinlər arxaya, qorxdular. Və ondan da əlavə, çünki dediyim kimi, məqsəd həqiqətdə, yaxın şərqdə yeni bir NATO düzəltmək idi. Bir dənə NATO var, bildiyimiz. Bir dənə NATO var, yaxın şərqin NATOsu. Bu yaxın şərqin NATOsu həqiqətdən müqavimət cəbhəsinin əleyhinə idi. Çünki İsrail Həmasla mübarizə aparır, nə bilim, dərgirdirlər, farslar demişkən, nə bilim, Hizbullahdan. Yəni, bəzilər deyir ki, nəyə görə müharibə olur, nəyə görə Həmas həmlə etdi, bu olmalıdır. Əgər zərrə qədər təhlil etsək, məsələ bizlər üçün aydın olar. Niyə görə bu proseslər baş verir? Və həmçinin Həmasın bu işi səbəb oldu ki, Azərbaycan da bu məsələlərdə biraz arxaya çəkilsin. Çünki bu, bütün ərəb ölkələri bu məsələni imzalasaydılar, Azərbaycan da deyəcəkdi ki, İsraillə nə problem var ki, ərəb ölkələri imzalayırlar, müqavilə imzalayırlar, məsələlər aydındır, rahatdır, ticarət edirlər, biz nə etməyək? Həmasın bu hücumu səbəb oldu ki, digər müsəlman ölkələri bu məsələdən çıxsınlar, qorxdular, həqiqətən qorxdular. Xalqlardan qorxdular. Digər məsələ David koridoru idi. Çünki bunlar hamısı bir-birinə bağlıdır, məşədir, qardaşlar. Əvvəl demirlər, David koridoru bilirsiniz. Qondarma İsrail rejimindən gəlir, Coran təpələri, Coran təpələrindən keçir. Yadınızdadır 2 ay bundan əvvəl Süveydədə müharibə gedirdi. Gerizilər və Vahabilər arasında. Həmin David koridoru Süveydədən keçir. Süveydədən keçir Suriyanın cənubuna, cənubda Kürddə Amerikanın proxy qüvvələri. Oradan keçir, gedir İraq Kürdistanına. İraq Kürdistanı nə elədilər? İraq Kürdistanı İranla sərhəddir. Urmiyə tərəf. Bir yandan da Zəngəzur dəhlizi. Zəngəzur dəhlizini açırlar. Həqiqətdə bildiyiniz kimi Qarabağ bölgəsi İsrail bazalarında falandır, məlumdur məsələlər. Yəni o tərəfdən, Qarabağ bölgəsindən İranı vurub. Çünki müqavimət cəbhəsi dedikdə başında həqiqətdə İrandır da. Çünki hamısı bu məsələ bir-birinə aiddir. O tərəfdən həmin Zəngəzur tərəfdən İranı blokada almaq istəyirlər, daha doğrusu alırlar. Bir yandan İraq Kürdistanından, İsraildən, Zoran təpələrindən gəlir, keçir İraq Kürdistanına. Bir yandan da İranı blokadaya aldılar. Əlbəttə, 12 günlük müharibədə hamısı üzr istəyirəm, mövzu biraz gedir, bağlıdır bir-birinə. 12 günlük müharibədə məqsəd bu idi.
Həmin dövrdə əgər Tehranı qarışdırmaq istəyirlər, qarışdıracaqlar daha doğrusu və İraq Kürdistanı, yəni Urmiya tərəfdən çıxıb bir-iki nəfər oradakı türkləri öldürəcəklər. Türklər də deyəcəkdir, vay dədə, Erdoğan bizə köməyə gəlir. Bunlar hamısı birbirine bağlı məsələlərdir. Yəni, bütün ruhanilərin, bütün qardaşların, bütün tələblərin vəzifələri var və bizim özümüzün də vəzifəsidir ki, bu məsələləri bilək, həll edək. Əbu Reyhan Beyroğlu kitablarının birində buyurur ki, əlbəttə buyurur dedikdə yazır. Yunan alimlərini tərəfləyir. Deyir ki, Yunan alimləri işlikdən mübarizə apardılar. Sokrat, digərləri filan. İslam alimlərini tərəfləyirlər. Deyirlər, İslam alimləri şirkdən mübarizə apardılar. Amma Hind alimlərinə çatanda deyir ki, narahat olur. Deyir, onlar niyə şirkdən mübarizə aparmadılar? Həmin dövrdə. Axı sizin vəzifəniz idi şirkdən mübarizə aparmaq. Təsəvvür edin, 1948-ci ildə qondarma iqtisadi rejimi qurulur. Amma bunun tərhini, əslini, əvvəlini lisəncində deyirlər. 1890-cı ildə. 1890-cı ildə biz indi irad edirik də, ey Fələstin alimləri, ey müsəlman alimləri, nəyə görə bu məsələni cəmaata demədiniz, İsrail belə bir məsələni quracaq, belə bir dövlət quracaq. Bizim vəzifəmiz idi. Biz yerə edərdik. Əl-Ürəma və Rəsulun Ənbiya. İslam Peyğəmbəri gəlməyib ki, yalnız namaz olur, digər məsələlər. Bəli, bunlar dinin üsunudur. Amma digər Yahudilərdən İslam Peyğəmbəri mübarizə aparır. Təsəvvür edin, biz deyirik məsələn Azərbaycan nəyə görə belə oldu? 2003-cü ildə Qur'an Deşafərin məqalələrini oxusanız, insan qüssədən ölür. Yazır ki, Azərbaycan xalqının milli kimliyi yoxdur. Heç kimdə Azərbaycan xalqı. Biz gəlib bunlara milli kimlik verməliyik. Milli kimlik yəni nə? Yəni bunlar dəlillər, başına sərgərdan deyirlər. Ondan olub, yəni yiyəsi yoxdur. Biz gəlib milli kimlik verək ki, türksülük. Həmin dövrdə alimlər, müsəlmanlar yığışıb milli kimlik verməliydi. Yazmalıydı, bizim əhl-i beytimiz var. Bizim İmam Hüseynimiz var. Biz Sovet hökumətinin dövründən qavallarda İmam Hüseyn əleyhissalam məclislərini keçirən millət olmuşuq. Düşmənlə mübarizə aparmışıq həmişə. Bu məsələlər gərək deyildi, təəssüf deyilmədi, amma gec deyil. İslam Peyğəmbəri bəzən deyirlər, qardaşlar, Azərbaycanda məsələlər, bəzi şeylər bitib filan. Əslən, bu biraz düzgün sözdür. İslam Peyğəmbəri elə bir zamanda gəldi ki, ərəb camiyyəsinə küfür üzərində çoxalırdı. Gəldi, sıfırdan düzəltdi, sıfırdan. Biz deyirik ki, İslam Peyğəmbəri Mədinədə İslam hökuməti qurdu, bəli. Amma Mədinədə qurmamışdan əvvəl Məkkədə lakin daha qurulmuşdu. Bütün Mədinə əhlindən söhbət eləmişdi. Getdi, onu təəssüs elədi. Keçən istədim bir-iki cümlə İbrahim müqabiləsi haqqında danışım. Biraz da çıxdıq kənara, üzülü bilin. Allah sizləri qorusun, zəhmət çəkib gəlmişsiniz. Əssalamu aleykum və rahmetullahi və barakatuhu. Allahümme salli ala Muhammed ve ala Muhammed. Teşekkürler Şeyh Mehmet kardeşlerim. Allah razı olsun. Beyanat buyurdular. Ben azı bir düzəliş istəyirdim, xırda bir düzəliş istəyirdim kardeşimin söhbətini axırda əcəz edərsə. Niyə? Bizim o alimlər əvvəldən də buna etiraz edədilər öz dövründə. İslam Partiyası, adamları, digərləri, onun üçün zindanlarda şəhid olub. Belə də deyildi ki, o zaman alimləri deməmişlər, demişlər, bunlar olmuşdur. Amma Həzrəti Resul-i Əkrəm sallallahu aleyhi və səlləm Məkkədən Mədinəyə hicrət elədi. Hicrət eləndən sonra ətrafda olan Yəhudi tayfaları, Mədinədə olan Yəhudi tayfaları, bunlar hamısı gəldilər Məkkə müşrikləri ilə əlaqədə oldular. Məkkə müşrikləri onlardan soruşdu. Bizim dinimiz yaxşıdır, yoxsa onların, yəni Həzrəti Məhəmməd Peyğəmbər Allah'ın sallallahu Yahudilər dedilər ki, cavab verdilər. Dedilər, əlbəttə ki, siz onlardan daha yaxşısınız. Sizin tutduğunuz yol, onların tutduğu yoldan hidayətə daha çox yaxındır. Nisa surəsinin 51-ci ayəsində məhz bu tarixi hadisəyə
rəbti əlaqələndirirlər və deyirlər ki, bu ayənin nişan mövzuu da budur ki, o ayədə Allah Teala buyurur ki, ey Peyğəmbər, sən kitab əhlindən biz onlara nəsib etdiyimiz, xeyri nəsib etdiyimiz o insanlardan bəzilərini gördünmü ki, gəlib kafirlər cibt və tağuta iman gətirdilər və kafirlər barəsində belə dedilər ki, sizin tutduğunuz yol möminlərin tutduğu yoldan hidayətə daha yaxındır. Budur. Allah bunları bütün aləmlərə fəzilətli qərar verdi imana görə. Amma onların bəziləri, alimləri isə dünyaya hərislikdən ötürü Samirinin yolunu tutub. Onun cəryanı ilə Allahın nuruna qarşı çıxdılar və bu günə qədər də davam edir. Sözümüzün bu hissəsində mən Şeyx Əli Qurmi qardaşdan xahiş edirəm gəlsin və bəyanatı ilə bizləri sinirləndirsin. Peyğəmbər var, Peyğəmbərin bir zamanını salavatla yad edən inşallah. Allahümme salli ala Muhammed ve ali Muhammed ve accil feracahum. أعوذ بالله من الشيطان الرجيم بسم الله الحمد لله وصلى الله على محمد وآله اللهم صل على محمد ومحمد العجل فرجهم. Əziz dostlar, qardaşlar, sizləri salamlayıram. Allahın salamı olsun sizə, Allah sizi müvəffəq eləsin. Həmçinin öz xalqımızı salamlayıram. Allah Teala xalqımıza fərəz versin, nicat versin, kömək eləsin inşallah. Xüsusi inayəti ilə bizim xalqımıza kömək eləsin. Məxsusən bu qələbədən sonra, demək olar ki, qələbədən sonra xalqımız müvəffəq oldu, şükür Allaha, mən çox şükür edirəm. Ən azından bunları sionistləri dala çəkilməyə məcbur elədi. Mənim söhbətim Azərbaycan-İsrail münasibəti və Azərbaycanın fələstinləşdirilməsi bu barədədir. Və Qafqaz da təbii ki, bunun içində var. Məqalə əslində çox böyük bir məqalədir. Özdə söhbətin mədrək əsasında, dəlil əsasında olduğuna görə oxuyacağım siz üçün söhbəti. Olduğuna görə elə başına çıxa bilməyəcəm, yəni axırına çıxa bilməyəcəm. Ona görə də nə qədər fürsət elədiyim, təqribən 15 dəqiqə ərzində sizin xidmətinizə çatdıracağım. Bismillahirrahmanirrahim. Azərbaycan Respublikası ilə Siyonist rejim arasında olan münasibətlər artıq adi diplomatik əlaqələr çərçivəsindən çıxaraq Cənubi Qafqazda, hətta yaxın şərqdə güc balansında dəyişiklik yaradan əsas amillərdən birinə çevrilmişdir. Bu münasibət əvvəlcə qeyri-rəsmi səviyyədə başlamışdı. Yəni demirdilər, gizlədirdilər. Xalqın xəbəri yox idi. Lakin bugün artıq təhlükəsizlik, iqtisadiyyat, hərbi, kəşfiyyat, hətta mədəni və kimlik sahələrinə qədər genişlənmişdir. Bakı-Tel Aviv ittifaqını Qərb və İsrailin bölgə üçün nəzərdə tutduğu yeni nizamın bir hissəsi kimi qiymətləndirmək lazımdır. Yəni bunlar ilahi rəhbər yeni dünya nizamını bəyan edəndən sonra onlar da gəldilər, neynədilər? Yeni dünya nizamı qurdular və onun içində Azərbaycanın xüsusi rolu var. Gəlib burada sənədlə oxuyacağım onların öz saytından. Elə bir nizam ki, müstəqil oyuncular, o cümlədən İran və Rusiya tədricən aradan çıxarılır, müqavimət mehvərinə qarşı proksi qüvvələr düzəldilir. Siyonist rejimin müsəlman Azərbaycan torpaqları üzərindəki təsir dərəcəsi o qədər artıb ki, bu rejimin rəsmiləri Azərbaycanı Amerikadan sonra ikinci ən böyük şərik adlandırıblar. Amerikadan sonra dünyada İsrailin ən böyük şəriki kimdir? İsrail. Bu sizə zarafat gəlməsin. Bunun üçün də yaxşı düşünmək lazımdır. Burada yeri gəlmişkən müsabatın bir sözün, bir məqaləsini sizi oxuyalım. Yeri çünki buradadır. Yeni müsabat yazır ki, Amerikadan sonra İsrailin ən etibarlı müttəfiqi Azərbaycandır. ABŞ mediasında geniş məqalə, yəni bu dediyi, yeni müsabatın dediyi bu söz hardandır? ABŞ mediasındandır. Orada da geniş şəkildə bu yayılıb.
2025-ci il 2-ci ayın 10-u 00:38-ci dəqiqə Yeni Musavat qəzeti dəqiqəsinə qədər, saatına qədər oxuyuram özündən ki, yəni bu orada var. Musavat.com xəbər verir ki, ABŞ-da fəaliyyət göstərən və Yəhudi icmasının beyni mərkəzlərindən biri kimi tanınan GNC.org portalında Azərbaycanın İsrail üçün strateji əhəmiyyətindən bəhs edən geniş məqalə dərc olunub. Why Azerbaijan is important for Israel's security? Azərbaycan İsrailin təhlükəsizliyi üçün niyə vacibdir? Diqqət edirsiniz, Yeni Musavat yazıra, bunu mən demirəm. Bunu Haqq Cəbhəsinin tərəfdarı demir, bunu İran demir. Deməsinlər bu İran tərəfindən bizə töhmət atılır, yox. Bəlkə də gördünüz siz indi məcazi sosial şəbəkələrdə siz gördünüz ki, çıxıb deyirdilər ki, Yahudi axırı gəlir, kim deyir bu sözü, öyle şey yoxdur. Bəli, siz cəmaatı aldada bilərsiniz. Amma həqiqətləri öz dilimizdən, necə ki, o bizim bəzi alimlərimiz deyirdi, ya biz Şiənin həqiqətini müxaliflərindən çıxardıb ortaya qoyuruq. İndi bu sözləri biz sizin öz medialarınızdan çıxardıb öz qabağınıza qoyuruq və əlbəttə xalqımızın da qabağına qoyuruq. Azərbaycan İsrailin təhlükəsizliyi üçün niyə vacibdir? Adlı məqalənin müəllifi yaxın şərq üzrə tanınmış İsrailli ekspert, Azərbaycanın yaxın dostu Dr. Mordechai Kedar. Əcəb qəribə adı da var, başlayın dilə də yatmır. Dr. Kedardır. O yazısında iki ölkə arasındakı əlaqələrin unikal və etibarlı müttəfiqlik nümunəsi olduğunu vurğulayır. Məqalədə qeyd edilir ki, Azərbaycan və İsrail ümumi sərhədi, etnik və dini yaxınlığı olmayan, lakin qarşılıqlı hörmət və dostluq prinsipinə əsaslanan iki dövlətdir. Bu tərəfdaşlıq hər iki ölkə üçün mühüm əhəmiyyət daşıyır və onun dəyəri danılmazdır. Burasına diqqət edin. Heydər Əliyevlə Yitzhak Rabinin görüşündən başlayan tərəfdaşlıq, İki ölkə arasındakı əlaqələrin təməli 1990-cı illərin əvvəlində 1990, hələ Azərbaycan Respublikası qurulmuyor. İsrailin sabiq baş naziri Yitzhak Rabin ilə Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin, mərhumu o yazır da, Yeni Musavat elə də yazır. Mərhum, mən deyərdim, məhrum prezidenti Heydər Əliyevin New Yorkda keçirdiyi görüşdə qoyulub. Deməli, New Yorkda məhrum Heydər Əliyevlə həmin Rabin, Yitzhak Rabin görüşürlər. Niyə bunlar görüşürlər? Bunlar nəyin iyinə gəlirlər Azərbaycana? Görüşdə liderlər vasitəçilərsiz tək-bətək müzakirələr apararaq iki ölkənin ehtiyaclarını müəyyən edirlər. İsrail etibarlı enerji mənbəyi axtarırdı. Nəyin iyinə gəliblər bunlar Azərbaycana? Neftin iyinə. Bəli, bunlar gəliblər Azərbaycana qarət eləməyə. Nə vaxtdır bu? 1990-cı il. Kim yazır bunu? Yeni Musavat. Azərbaycan isə güclü müdafiə texnologiyalarından çıxış əldə etmək istəyirdi. Azərbaycanın elə böyük düşməni yoxdur. Xeyr ola böyük müdafiə sistemləri. Adı gələcəkdə oxuyacağım, qabaqda gəlir, onları deyəcəm. Bu qədər silah, bu qədər texnologiya, hansı ölkə Siyonistlərin ölkəsi ki, paxıldılar, heç bir yerə bunlar texnologiya verməz. Xeyr ola bunlar Azərbaycana belə müdafiə sistemi, texnologiya gətirir. Bu əməkdaşlıq o vaxtdan bəri iki ölkə arasında sabit və etibarlı müttəfiqliyə çevrilib. 1990-dan üzü bu tərəfə hesablayıb. Azərbaycan İsrailin ikinci ən yaxın müttəfiqidir. Bu da yenə Yeni Musavatda məqalənin davamını sizə oxuyuram. Məqalədə qeyd olunur ki, İsrailin ən yaxın dostunun ABŞ olduğu geniş məlum faktdır. Bunu hamı bilir ki, bugün Siyonistlər ABŞ-ın əli ilə
Fələstində bu qədər cinayət törədirlər. Məqalənin davamını oxuyuram. Lakin az adam bilir ki, maraqlı burasıdır, cümləyə diqqət edin, Mir Musavat nə yazır? Lakin az adam bilir ki, Azərbaycan İsrailin ikinci ən yaxın strateji tərəfdaşıdır. Bu gizlin idi, bu bilinmirdi. Hələ bəlkə indiyə qədər də bilinmir ki, Azərbaycan İsrailin Amerikadan sonra ikinci tərəfdaşıdır. Ən yaxın köməkçisidir. Yaxın Şərq Həqiqətləri Fondunun tədqiqat direktoru Joseph Epstein o da bu fikri dəstəkləyir. Yəni deyir ki, Amerikadan sonra İsrailin ikinci tərəfdaşı kimdir? Azərbaycan. Bunları biz demirik ya, onlar deyir. Azərbaycanın İsrail üçün enerji sektorundakı rolu xüsusi vurğulanır. Üzr istəyirəm, burada məqalə qutardı, yeni müsavat məqaləsi qutardı. Mən gəlim öz məqaləmə. Ortada yeri var idi, mən onlardan oxuyum, dəlil gətirim deyənə mən yeni müsavatın özündən birbaşa oxudum sizə. İkinci bəxş indi istəyirəm sizə açam, Azərbaycanın İsrail üçün enerji sektorundakı rolu. Ölkə ixrac etdiyi neftin 50%-ni İsrailə göndərir. 1990-cı illərin sonlarından etibarən Azərbaycan İsrailin enerji təhlükəsizliyinin sabitləşməsində əsas oyuncuya çevrilir. Bununla yanaşı Azərbaycanın idxal etdiyi hərbi malların 70%-i İsrail istehsalıdır. Yəni, Azərbaycana gələn də silahlar, milyardda silah, bunların da 70%-i nədir? İsrailindir. Bu da iki ölkə arasında hərbi əməkdaşlığın dərinliyini göstərir. O bir başlıq budur. İsrail və Türkiyə arasında vasitəçi rolunda olan Azərbaycan. Məqalədə Azərbaycanın İsrail üçün başqa bir mühüm rolu da qeyd olunur. İki ölkə arasında diplomatik vasitəçilik fəaliyyəti Azərbaycan həm İsrail, həm də Türkiyə ilə yaxın əlaqələrə malik olduğuna görə iki dövlət arasında münasibətlərin tənzimlənməsində mühüm rol oynayıb. Yəni, Türkiyə-Azərbaycan münasibəti, Türkiyə-Azərbaycan yaxınlığı birbaşa İsraillə nədir? Bağlıdır. İsrail Azərbaycanı açar ölkə hesab edir. Nəyə açar hesab edir? Açar nə deməkdir? Yəni, müqəddimə. Açarla açmasan içəri girə bilmirsən. Qapıdan içəri girmək olmur. İsrail Azərbaycanı açar hesab edir. Nəyə? Öz hədəfinə. Hədəfi nədir? Böyük İsrail hökuməti. Böyük İsrail hökuməti yaranmağı üçün buna bir açar lazımdır. Buna bir müqəddimə lazımdır. Bir qapı lazımdır ki, açsın, girsin, öz hədəfinə yetişsin. Hara doğru? Azərbaycan. Bunu kim deyir? Mən deyirəm, yox. Yenə özlərindən oxuyacağım sizə. Deyir, məqalənin sonunda müəllif İsrailin Azərbaycanın strateji əhəmiyyətini çoxdan dərk etdiyini qeyd edir. Hələ 1998-ci ildə İsrail Xarici İşlər Nazirliyi Azərbaycanı İsrail üçün açar ölkə adlandırmışdı. 98-də İsrailin baş naziri deyir ki, Azərbaycan nədir? Onlar üçün açardır. Ona görə mən Azərbaycanda olanda bir vaxtlar məscidləri xarab edirdilər, izaba qadağa qoyurdular, din əleyhinə işlər gedirdi. Bu işləri mən yanbayan qoyanda deyirdim ki, Azərbaycanda dinə qarşı düşmənçilik var. Deyirdim, sabit edəyənmirdim. Daha doğrusu aşkar idi, amma ki, başa sala bilmirdim, qəbul elətdirə bilmirdim ki, bu belədir. Amma baxın, baş nazir nədir, İsrailin baş nazir nədir, orada bizim üçün açardır. Ora bizim üçün müqəddimədir. Öz planlarımızı həyata keçirmək üçün, öz hədəfimizə çatmaq üçün Azərbaycan bizim üçün nədir? Açar ölkə. Bugün isə iki ölkə arasında siyasi, iqtisadi və hərbi əməkdaşlıq daha da möhkəmlənərək Azərbaycanın İsrail üçün əvəz olunmaz bir müttəfiqə çevrildiyi sübut edir. Bir mövzuda İlham Əliyev Azərbaycanın İsraillə münasibətlərini buzdağına bənzətmişdir. Iceberg. Neçənci ildə bunu deyib? 2009. O bunu 2009-da deyəndə Azərbaycan Respublikasının yaranmasından neçə il keçirdi? Yəni Sovetdən sonra yaranmasından sözü gedir də.
17 il. 17 il ərzində İlham Əliyev deyir ki, bizim İsraillə əlaqəmiz nədir? Iceberg buzudur. O, bu bənzətməni belə izah etmişdir. İlham Əliyev izah edir. Buz dağının yalnız kiçik bir hissəsi suyun səthində görünür. Halbuki onun əsas hissəsi suyun altında gizlənir. Yəni, siz elə bilmirsiniz bizim İsraillə nəyimiz var, nə əlaqələrimiz var. Biz buranı İsrailə bütünlükdə vermişik. Onları siz bilmirsiniz. Eləcə də 10 münasibətdən 9-u gizli saxlanılır. Yalnız kiçik bir hissəsi açıq şəkildə görünür. Iceberg buzu mənası budur. Əlaqəni görsənmir, bilmirsiniz. Bu nə vaxt deyilib 2009-da, indi 2025-də üstündən bir 16-17 ildə keçir. Yəni o icebergə dönmüş əlaqəni indi gətir, bir o qədər də əlaqə gətir onun üstünə. Çox dəhşətli bir vəziyyət alınır. Həqiqətən də bu sözün üstündə, İlham Əliyevin dediyi bu sözün üstündə fikirləşəndə çox dəhşətli bir vəziyyət alınır. Yəni Azərbaycan cuhudların mərkəzidir. Bunu kim dansa İlham Əliyevin sözünü gətirib qabağına qoymaq lazımdır. Musavat saytı belə yazır. Azərbaycan İsrailin yaxın müttəfiqinə çevrilib, bu elə bir məsələdir ki, dünyada çox az adam bunun fərqindədir. Bu müttəfiq olmağın fərqində olmağı çox adam üçün hələ aşkar deyil. Dünyada bu məsələ çox açılmayıb. Vaxt azdır. Bəli. Mən vaxta azlığına görə məqaləni deyirdim, əvvəldən axırına çıxa bilməyəcəm. Ona görə də kifayətlənirəm bura qədər. Amma başlıqlar var idi burada. Məsələn, Guardian qəzetindən gətirmişdim ki, GNC News-dan gətirmişdim dəlillər, sənədlər. Çox sözlər var idi. Sokarın İsrail üçün işlərindən gətirib deyəcəkdim. Bunlar da qaldı. Təəssüflər olsun, vaxt olmadı deyə açıqlayım inşallah. Başqa fürsətlərdə mən bunlara deyərəm. Amma üzümü tuturam xalqa. Bu müraciəti eləməklə öz bəhsimi tamamlayıram. Əziz xalqımız, əziz Azərbaycan dindarları, əziz Azərbaycana ürəyi yanan alimlər, ruhanilər, hər kəs ki, iddia edir, mənim xalqa ürəyim yanır. Bugün susmaq vaxtı deyil. Artıq faciə boğazımıza qədər gəlib. Heç kəs də deyəməz ki, mən qarışmıram. Sən qarışmasan da sənə qarışacaq. Demə, mən siyasətə qarışmıram. Sən qarışmasan da siyasət gəlib səni yaxağa tutacaq. Çox ağır bir vəziyyətdir Azərbaycanda. Mən bu hədisi oxumaqdan bəhsimi qutarıram. İmam Baqir əleyhissalam, salavatullah aleyh, buyurur ki, alimlər əgər nəsihəti gizlətsələr, xəyanət etmiş olurlar. Ərəbcəsi belədir. Əl-uləma'u fi ənfusihum xanətun inkətəmun nəsihə. Əgər nəsihəti gizlətsələr, alimlər xəyanət etmiş olurlar. Əgər azmış, yolu itirmiş birini görsələr və onu doğru yola yönəltməsələr, yaxud mənəvi cəhətdən ölü birini diriltməsələr, vay halına. Yəni, alim gələk bunun yanından rahat keçməyə. Görür ki, vəziyyət yaxşı deyil, cəmiyyətdə azğınlıq var, inhiraf var. Deyə bilmədim. Burada bəzi sənədlər vardı ki, açım İsrail neyir? Azərbaycanda başqa-başqa firqələri gətirir Azərbaycana. İşığı gətirir, bəhailəri gətirir və başqa firqələr. Bütün bunların da sənədi var. Cəmiyyət azğınlığın içində üzür. Bunların hamısının mənbəyi İsraildir. Və buna da susmaq olmaz. Yəni, bütün Azərbaycanın islahı üçün, Azərbaycan üçün can yandıran, istəyirsə Azərbaycan düzəlsin, baş mənbə fəsad var. O da Siyonist rejimidir. Onu vursan, elə bir ki, Azərbaycanı düzəltmirsən. Düzəltmək istəyən budur. Rivayətin davamını oxuyuram, mühüm yeridir. Elə bu yerinə görə oxumuşam bu rivayəti. Buyurur ki, İmam Baqir əleyhissalam buyurur ki, çünki Allah təbarək və Teala
onlardan, yəni alimlərdən kitabda əhd almışdır ki, onlar yaxşı işlərə çağırıb özlərinə əmr edilənə əməl etsinlər, pisliklərdən çəkindirsinlər, xeyirxahlıq və təqvada bir-birinə kömək etsinlər, lakin günah və zülmdə bir-birinə yardım etməsinlər. Allah əhd alıb, məsuldur alimlər və dindarlar. Boynumuzda ağır vəzifə var və bizdən bunun barəsində soruşacaqlar ki, sən əmr məruf elədin ya eləmədin? Əmr məruf bildiyimiz bu cüz'i əmr məruf deyil ha. Bugün Azərbaycan belə bir vəziyyətdə, onun dini bu vəziyyətdə olanda artıq o əmr məruf kiliklər axırda əmr məruflar var, birinə desən namaz qıl, birinə desən günah eləmə falan, o deyil. Ki deyəsən, xətər var, mən başımı götürüm, qaçım, əmr məruf eləməyim. Yox. Burada əmr məruf din təhlükədə olanda olan əmr mərufdur. Həmin İmam Hüseynin Kərbəlaya gedəndə buyurduğu inni uridu ən amra bil məruf və ənha anil münkər. Bu o əmr mərufdur ki, orada can da xətərə düşsə nədir? Qaçış yolu yoxdur. Orada can da xətərə düşsə gərək öz vəzifəvi icra edəsən. Azərbaycanda bugün vəziyyət budur. Belə bir əmr mərufdan söhbət gedir. Belə bir nəhiyyət münkərdən söhbət gedir. Ki, meydana girmək vaxtıdır, vəhdət vaxtıdır, aydınlaşdırmaq vaxtıdır, cihad-ı təbyin vaxtıdır. Elhamdülillahi Rabbil alemin, sallallahu ala seyyidina Muhammedin və aleyhi ta'ala. Allahümme salli ala Muhammed ve Ali Muhammed ve Acil Fərəcədən teşekkür edirik. Şeyh Ali Qum qardaşdan Peyğəmbər və Ali Peyğəmbərin gül cəmalını salavatla yad edirik. Allahümme salli ala Muhammed ve Ali Muhammed. İndi isə video kronikadan paylaşdığımız bir paylaşım olur. Peyğəmbər var, Peyğəmbərin gül zamanını salavatla yad edin. Allahümme salli ala Muhammed ve Ali Muhammed ve Acil Fərəcədən. Konferansın bu hissəsində Şeyh İmran qardaşlar xahiş edirik, gəlsinlər və öz qaynaqlarını buyursunlar. Şeyh İmran qardaşın salamatçılığına dair Peyğəmbər var, Peyğəmbərə salavat təqdim edin. Allahümme salli ala Muhammed وعلى محمد عجل فرجه بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين. Allah'a həmd və səna olsun ki, bizi həqiqətən də bu
utanc verici xəcalətdən çıxartdı. Yəni, müsəlman bir ölkəsində, əksəriyyəti şiə olan bir ölkəsində Yahudilərin, Siyonistlərin xüsusən konferansı keçiriləcəkdir. Həqiqətən də biz yeri var ki, Allaha dəfələrlə şükürlüyək və səcdəyə gedək ki, bu utanc verici bir xəcalətdən xilas edildi. Və ondan sonra isə dəyərli fəal qardaşlarımız, fəal ictimai qardaşlar, bacılar ki, xidmət göstərdilər bu çətin bir vəziyyətdə və bu konferansa qarşı öz müqavimətini mediada, sosial şəbəkələrdə göstərdilər. Onlara da təşəkkür edirik və bu konferansı əlçiyə gətirənlərdən, əziyyət çəkənlərdən, hacıdan xüsusən təşəkkürümüzü bildiririk ki, bizə də söz verdilər. İstəmirəm çox vaxt aparım və istərdim ki, Quran-ı Kərimdə Yahudilər haqqında mübarizə yolları və onların o çirkin əməlləri haqqında, yəni mənim mövzum Quran-ı Kərimdə Yahudilərdir və istərdim bir-iki məsələni siz əzizlərin və ki, indi bu konferansı inşallah izləyəcəklər, onların nəzərinə çatdıraq. Bu da ondan ibarətdir ki, Allah-u Teala, yəni Quran-ı Kərimdə bir neçə mübarizə yolları qoyub. Yəni Quran-ı Kərimdə əgər biz diqqətlə oxusaq və görərik ki, mübarizənin yollarını Allah-u Teala bizlərə göstərir. Nələrlə mübarizə aparmaq lazımdır? Yəni Quran-ı Kərim özü vəhy olduğu üçün, Allahın birbaşa vəhi olduğu üçün bu kitabda, müqəddəs kitabda mübarizənin nədə ibarətdə olduğunu və nələrlə mübarizə apardığını göstərir. Əlbəttə ki, Hz. Peyğəmbər Əhl-i Beyt əleyhissalam da bu mübarizədə iştirak ediblər və sonuna qədər, yəni şəhid olana qədər bu böyük insanlar iştirak ediblər. Birinci olaraq qeyd edək ki, küfürdür, şirkdir, dinin təhrifidir ki, Yahudilər bundan çox istifadə ediblər, yəni dinin təhrifi olunmasında və siyasi istikbardır, imperializm, əxlaqi və iqtisadi fəsadlardır, cəhalət və qəflətdir, bir də ki, nifaqdır ki, Quran-ı Kərimin əsas, yəni digər mövzular da, digər mübarizə yolları da var. Ən əsası isə bunlardır ki, Quran-ı Kərim bu məsələlərlə mübarizə aparmışdır. Və qeyd edək ki, nifaq dedikdə, yəni münafiqlər nəzərdə tutulur. Münafiq, yəni şəxsin özünə deyərlər, nifaq əhli olana münafiq deyərlər. Allah-u Teala Quran-ı Kərimin Tövbə surəsi 73-cü ayəsində buyurur ki, Ya eyyuhən nəbi, cahidil kuffar vəl münafiqin vəqlud aleyhim. Ey nəbi, yəni Hz. Peyğəmbərə müraciət edir, kuffarla və münafiqlərlə cihad et. Kuffarla ki, cihadın məlumdur. Yəni, kuffarla cihad Peyğəmbərin dövründə olub, döyüşlər olub, qılıncla və digər silahla həyata keçirilir. Amma maraqlı məsələlərdən də biri budur ki, münafiqlərlə cihad nədən ibarətdir? Yəni, Allah-u Teala ki, Peyğəmbərinə əmr edir, kuffarla və münafiqlərlə cihad et. Biz bilirik ki, Hz. Peyğəmbərin dünyadan gedənə qədər münafiqlərlə qılınc vasitəsilə, silah vasitəsilə cihad etməyib. Yəni, heç bir tariximizdə heç bir yerində yoxdur ki, hər hansı bir münafiqlə, yəni münafiqlər, necə ki, müşriklər Bədirdə, Uhudda bir tərəfdə idilər, müsəlmanlar bir tərəfdə idilər, belə bir döyüş olsun, olmayıb. Və burada məqsəd Allah-u Teala'nın ki, münafiqlərə cihad əmr edir Peyğəmbərə, onlar ki, münafiqlər zahirən İslamı qəbul etdiklərini bildirirdilər, yəni seçmək olmurdu. Məqsəd cihadda münafiqlərin pislənməsi, tənbih edilməsi, ifşa edilməsi, təhdid olunması, bunlar münafiqlərlə cihadın hökmlərindən biridir. Yəni, əgər
müsəlmanlar, münafiqlər necəsə cihad etsinlər, gərək onların pislənməsi, tənbih edilməsi, təhdid edilməsi və ifşa edilməsinə riayət etməlidirlər. Bunu niyə görə getirirəm? Ona görə ki, bu gün Azərbaycanda biz görürük ki, troll dəstələri və yaxud da ki, troll dəstələri də olmasa, siyasi çehrələr ki var, tanınmışlar, ki bilirik onları, adlarını çəkmək lazımdır. Bu şəxslər zahirən iddia edirlər ki, biz müsəlmanıq və hətta iddia edirlər ki, bəzilər biz şiəyi, yəni bu iddiaları edirlər. Biz bunlarla necə mübarizə aparmalıyıq? Bunlar münafiqdirlər də, yəni altda İsrailin telefonu tuturlar. Zahirən, yəni belə deyək, sözlərindən və əməllərindən, rəftarlarından bu nə ortaya gəlir? İsraili dəstək vermək və onların işğalçı yəni prosesinə bir növ hüquqi baxımdan yaxşı, müsbət qiymətləndirmək istəyirlər. Yəni İsrailin Qəzzada olan və yaxud da filan olan hadisələrini hüquqi baxımdan istəyirlər ki, beynəlxalq aləmdə bir yaxşı, müsbət çehrə versinlər. Və buna görə də bu münafiqlərlə gərək müsəlmanlar, möminlər bunlara ifşa etməklə, bunları tənbih etməklə, təhdid etməklə, yolları vasitəsilə mübarizə aparsınlar. Və bu münafiqlərin qarşısında edilən cihadlardan biridir ki, Allah-u Teala tərəfindən Peyğəmbərə nazil olmuşdur və indi deyək ki, indiki zamanda bizə də vacib olan işlərdən biridir. Və bu gün də iddia deyə bilərik ki, cihad-ı təbyin elə bunun üçündür ki, biz münafiqləri və bu yolda, yəni müsəlmanların qarşısında mane olan şəxsləri ifşa edək və onları tənbih edək. Digər bir məsələ isə Yahudilərin təhrifidir ki, Quran-ı Kərimdə bunlar haqqında ayələr var. Vaxt qısa olduğu üçün Nisa surəsi 46-cı ayədə Allah-u Teala bildirir ki, Yahudilər bir qism sözləri yeri dəyişirdilər və digərlərinə Allahın sözlərini və yaxud da ki, məsələn, Peyğəmbərin sözlərini çatdırmağın qarşısını almaq istəyirlər və bunu bildirir ki, bu gün də həqiqəti və haqq sözləri bu günləri Yahudilər bu təhrif edirlər, dəyişirlər öz xeyirlərinə və fəza məcazidəki sosial şəbəkələrdəki biz bunun şahidik. Digər bir məsələ də bundan ibarətdir ki, bunların cinayətləri Quran-ı Kərimdə qeyd edək ki, Buruc surəsinin 4-cü ayəsində Allah-u Teala bizə hələ İslam Həzrəti Peyğəmbərə vəhiy nazil olmamışdan qabaq, yəni çox qədimlərdə Allah-u Teala bunların cinayətlərini bizlərə göstərir. Düzdür, Quran-ı Kərimdə Siyonizm haqqında bir şey yoxdur, bunu biz deyə bilərik. Amma Siyonizm köklərinin, ideoloji köklərinin Quran-ı Kərimdə tapa bilərik. Yəni, onlar Siyonizm ki, nədən qaynaqlanır? Onları biz Quran-ı Kərimdə tapa bilərik ki, həqiqətən də bu günləri onun inkişaf etmiş formatını biz qondarma işğalçı İsrail rejimində görürük. Allah-u Teala Buruc surəsinin 4-cü ayəsində buyurur ki, Qutilə əshab-ül uxdud. Əshab-ül uxdud, yəni xəndəq əhli ki, Nəcran ərazisində yaşayardılar və bu ərazidə Allah-u Teala onları qeyd edəndə Buruc surəsində, yəni Allaha iman getirilmiş məsihilər kimi bildirir və yəni mömin adamlar olduğu qeyd edir. Zülbas adında Yahudi hökümdarı bunları qətl edir, qətlə məruz qalır. Qətlin məruz qalır deyəndə necə? Yəni quyular qazdırır, yekə quyular. Onların içərisində 20.000 insanı diri-diri yandırır. Bu günləri biz görürük ki, Qəzzada baş verən hadisələr bunların davamıdır. Yəni bunlarda bu iyrənc terrorlar o vaxtdan qədimdən qalıb. Nəinki tezə çıxıb ortaya, nəinki tezə yox. Bunların elə o peyğəmbərlərin, həzrətlərin, böyük insanların, övliyaların şəhid edilməsi birbaşa bunların əlinə baş verir və Allah-u Teala Buruc surəsində də qeyd edir ki, xəndək əhlini, yəni orada qadın, uşaq bir gün içində 20.000 nəfəri yandırdılar. Sonra iddia edirlər ki, yəni Allah-u Teala belə deyir ki, bunlara bir növ bu dünyada da bu əzabı yaşatdı. Necə ki, bunlar
digər millətlərə, xalqlara, dinlərə bu əzabı yaşadılar. İkinci Dünya müharibəsində görürük ki, biz elə bunların başına, bunlar ki, digərlərin başına getirdilər o müsibətləri, o İkinci Dünya müharibəsində də Hitler Almaniyasında da bunların başlarına, indi onların yazdıqlarına görə bu məsələlər getirdirilir. Niyə görə? O qədər çirkinliklə məşğul olublar. Bəlkə də o əməllər elə bunların öz əməlləridir ki, tarixdə qeyd olunub. İndi çox bir tarixi araşdırsa, çox bir hissəsində görürük ki, Yahuda hansı əməllərdir. Bu əməllərdir ki, onların öz başına digərlərin vasitəsindən getirdirilir. Bəli, yəni qeyd etmək lazımdır ki, bu Siyonizm və Yahudilər ki, xüsusən indi bir dəqiqə, yəni o az bir hissə qalıb. Yəni 100%-dən desək 10% və yaxud da 5% qalıb ki, o bir qism, az bir qism ki, lənətlənməyib. Yəni bunların xisləti, yəni o cürlə bundarlaşıb ki, gərək bütün müsəlman, nəinki müsəlman, insan, vicdanı olan hər bir kəs gərək bunlarla mübarizə aparmalıdır və bunların bu qurduqları dövlət və qurduqları cəmiyyətlərə hamısına son verilməlidir ki, bəşəriyyət nicat tapsın. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu. Teşekkürler. Sağ olun, güzel beyanatınıza göre. Şeyh İmran kardeşim inşallah salamatına salavat hediye edip Allahümme salli ala Muhammed ve ali Muhammed ve accil ferəcəm. Peyğəmbərin zamanında Yahudilərin Peyğəmbərlə qarşı olan siyasətləri İlk öncə onlar açıq-aşkar bir özlərini götürmüşdülər və İslam dinini qəbul etmədilər. Uduzmalardan sonra Xeybərin və digər mövqelərini əldən verdikdən sonra bunlar keçdilər yeni bir tədqiqaya. Xeyli sayda olan Yahudilər müsəlmanlaşdılar. Və bunlar Mədinədə olan mühacirət edilmiş Məkkə və Mədinənin öz içində olan Mədinə münafiqləri ilə və bir də ki, Məkkə fəthindən sonra Məkkədəki münafiqlərlə, üzrə iman gətirənlərlə əlbir oldular və siyasət dəyişdi. Gizlin hərəkatla Peyğəmbərə qarşı, İslam'a qarşı öldürücü, dağıdıcı zərbələrə həyata keçirmək. Əbu Musa Əşəri Yəmən Yahudilərindəndir, İbn-i Mülcəm Yəmən Yahudilərindəndir. Hamısı bunlar sonradan iman gətirdilər, belə deyək, zahirdə və müsəlman oldular. Ona görə də bunlar öz planlarını, hətta İmam Əli Əleyhisselamın dövründə belə Əli Əleyhisselamın öz valisi idi Əbu Musa Əşəri. Amma Həzrət Əlidə fərmandan boyun qaçırdı və Cəməl döyüşündə o tərəfini saxladı və cəmaatı da ki, qoymadı, orada yığılsın və Cəməl döyüşünə geçsinlər cəmaat. İndi isə çıxışın bu hissəsində biz Şeyh Ramiz qardaşı dəvət edirik, zəhmət olmasa təşkil gətirsinlər və öz bəyanatı ilə bizləri bəhrələndirsinlər. Peyğəmbər var, Peyğəmbərin gün zamanına xatir Şeyh Ramiz qardaşımızın salamatına salavat edirik. Allahümme salli ala Muhammed ve ali Muhammed. Selamun Aleyküm ve Rahmetullah. Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil Alemin. Mövzu Siyonist rejiminin Azərbaycan xalqına belə deyək, nüfuz etməyidir. Son 30 ildə müxtəlif sahələrdə biz bunu müşahidə olmuşuq və məxsusən Azərbaycan xalqının içində o şəxslər ki, ziyalıdırlar, siyasətçidirlər, dindardırlar və yaxud ayıq şəxslərdirlər, fərqi yoxdur. Bunlar hamısı bunu hiss ediblər. Və zaman kəsiyində də buna etiraf ediblər və buna etiraz ediblər. Bunun müqabilində təhdidlə qarşılaşıblar, güclə qarşılaşıblar, zindanla qarşılaşıblar, sürgünlə qarşılaşıblar. Və bugün də bu davam edir təbii. Mən bir neçə mövzuya işarə və nöqtəyə işarə etmək istəyirəm. Belə budur ki, bir neçə bundan qabaq Siyonist rejiminin Azərbaycandakı səhvi müsahibədə bir müsahibə verdi. Müsahibədə dedi, biz 30 ildir Azərbaycanın yanındayıq.
Azərbaycanın yanında deyəndə nəyi nəzərdə tutur? Xalqın yanındadır, ya hökumətin yanındadır. Xalqın yanındakı bunlar olmayıblar. Nəinki Siyonist rejimi? Bu günlərin Azərbaycanın belə deyək, sərvətini talayan hər bir dövlət, istər müsəlman dövlət olsun, istər qeyri-müsəlman dövlət olsun, bunlar Azərbaycan xalqının çətin günlərində xalqın yanında olmayıblar. İstər Türkiyəsi olsun, istər Amerikası olsun, istər Siyonist rejimi olsun, istər İngiltərəsi olsun, istər Fransası olsun, istər Almaniyası olsun, fərqi yoxdur. Bunların heç biri Azərbaycan xalqının az vaxtı, yeməksiz vaxtı, qazı, işığı olmayan vaxtı xalqın yanında olmayıblar. Bəs bu Siyonist rejiminin səfiri nəyi nəzərdə tutur? Bu onu nəzərdə tutur ki, biz 30 il SSR dağılandan sonra Azərbaycanda yerləşməyə başladıq. Öz adamlarımızı yerləşdirdik, öz mövqeylərimizi möhkəmləndirdik və bunu kimi də adını çəkdiyim başqa dövlətlər. Bunu bəyək qardaşlardan biri burada zikr elədi. Bunu dövlət mətbuatının özü də etiraf edir, dövlət adamlarının özləri də etiraf edirlər. Bu bir məsələ. Başqa bir məsələ budur ki, İşlərə müşahirə edən Trump'ın regiondakı nümayəndəsi bu yaxınlarda Türkiyədə bir jurnalistə dedi ki, bizdən ötürü region, Orta Şərq və yaxud Asiya belə bir mövzular yoxdur. Bunlar hamısı bizdən ötürü kənddir, məntəqədir. Bu ikinci məsələ. Üçüncü məsələ budur ki, 2 gün bundan qabaq Trump dedi ki, bizsiz heç bir dövlət yoxdur, mövcud deyil. Biz varıq deyən onlar var. Bunun mənası nədir? Biz icazə veririk deyən onlar var. Bizim qüdrətimizin altında varlar deyən varlar. Yoxsa bizim qüdrətimizin altında olmasa, bizim köləliyimizdə olmasalar, bunlar yoxdurlar. Yəni biz bunları məhv eləyərik və yaxud bunları peşman eləyərik. Axır vaxtlarda ki, bəzi dövlətlər tez Trump'ın çağrısından qaçdılar, getdilər və Amerikada güya Trump yaxşı adamdır, güya Trump Nobel sülhünə mükafatına layiq adamdır. O kimi şeylər, bunlar hamısı nədən xəbər verir? Biz tarixə baxanda görürük ki, burada bir dənə məsələ var. Qüdrət. Əllərində qüdrət var, özlərindən zəifləri təhdid edirlər və bu təhdidin vasitəsindən nüfuz edirlər. Bu qüdrətin müqabilində də durmağın yeganə yolu yenə qüdrətdir. Əlbəttə o qüdrət, bizim dediyimiz qüdrət fərqli bir şeydir. Bizim dediyimiz qüdrət ilahi bir qüdrətdir. Dünya üçün və dünyada yaşayan hər bir mövcud üçün və məxsusən insanlar üçün sözün ən düzünü deyən və ən düz yol göstərən həmin dünyanı və həmin mövcudatı yaradan Allahdır. Əgər Allahın sözündən ortaq dursaq, bütün bu qüdrətlər hamısı boşdur və pusdur, təbiidir. Ona görə də ən çox bunların adını saydıqlarım, bu qüdrətlərin dünyada mübarizə apardıqları İslamdır, müsəlman dövlətləridir. Müsəlman dövlətlərinin içində müsəlman xalqlardır. Bunlar İslamı olmamalıdırlar, bunlar məzhəbi olmamalıdırlar, bunların İslamdan xəbərləri olmamalıdır. Bu vasitə ilə də qəşəng nüfuz eləsinlər. Başqa siyasətləri nədir bunların? Gəlirlər əvvəl iqtidarda oturanları xalqla düşmən eləyirlər, ondan sonra onun özünü xalqla təhdid eləyirlər. Bu günlərin Azərbaycanda təəssüflər olsun, bu var. Əvvəl xalqla düşmən eləyirlər iqtidarı, indi həmin iqtidarı həmin xalqla təhdid edirlər. Və buna yəqinimiz olsun ki, bu günlərin Amerika, İngiltərə, İsrail, bunların hamısını, nəinki Azərbaycan, Azərbaycan üçün başqa dövlətlərin içində özlərinin 1 dənə, 2 dənə, 3 dənə və 4 dənə belə deyək dövlətləri var. Hazırdır, hər bir vəziyyətə hazırdılar. Artıq iqtidar onlardan ötürü belə deyək də, bu günlərin hansısa bir missiyanı icra eləməsə və yaxud hansısa bir bu qüdrətlərin sözündən çıxsa, artıq mərhələli şəkildə dövlətlər var, yetişdiriblər və bu iqtidarın içindədir. Nəinki qıraqda gizlədiblər. Məsələn, bu gündən gedirlər Rusiyanın güya filankəs Rusiyanın adamıdır, güya filankəs xaindir, güya filankəs satqındır, gedirlər, tapırlar, çıxardırlar, tuturlar. Bunlar hamısı sadəcə vəziyyət dəyişibdir bu günlərin. Yəni, dünənlərin
başqa dövlətin köləliyində idi. Bu günlərin keçirik başqa dövlətin köləliyinə, vəziyyət dəyişir. Bunlar var hamısı. Bunu da iqtidar başa düşür. Bunu da dövlət başında olanlar başa düşürlər. Şəxsi mənafeylərindən ötürü xalqın ağayırlar, həmin bu bəlaya sürüşdürürlər. İsraili tanımaq üçün, İsraili başa düşmək üçün nə kitab oxumağa ehtiyac var, nə çox təhqiq eləməyə ehtiyac var, nə çox təhlil eləməyə ehtiyac var. İsrail son 2 ildəki elədiyi cinayətlər sadəcə sosial şəbəkə bu günlərin var deyim, bu xalqın əlinə çatdı. 2023-də 7 oktyabr məsələsi bunu dünya çatdı və biraz da bəzi dövlətlər və bəzi xalqlar bunu işğalandırdılar və illər 80 ilə yaxın İsrail bu cinayəti eləyib, başqasının torpağını işğal eləyib və orada özü üçün bir hökumət qurubdur, qondarma hökumət istəyir bunu genişləndirsin. Bu günlərin nəinki Azərbaycan, dünyanın müxtəlif yerlərində hansı ölkə onlar üçün enerji cəhətindən ya başqa bir cəhətdən onlar üçün mühümdürsə ora nüfuz edirlər. Və bu günlərdə Azərbaycan bu məntəqədə bunlar üçün mühümdür, bura nüfuz edirlər. Təəssüflər olsun, bizim etirazımız budur ki, bu şəxslər şəxsi həyatı üçün, şəxsi yaşamı üçün, şəxsi güzaranı üçün xalqa sürükləyirlər həmin bu müsibətə və bəliyə. Nətər ki, 1400 il bundan qabaq Həzrəti Peyğəmbərlə mübarizə aparan şəxslər həmin şəxsi nəfsləri və şəhvətləri üzündə mübarizə aparanlar idi. Onlar hansısa bir xalqa nicat vermək üçün, hansısa bir qovma nicat vermək üçün və yaxud bəşəriyyətə nicat vermək üçün mübarizə aparmırdılar. Şəxsi istəkləri üçün mübarizə aparırdılar. Və o istəklərdə nəfsani və şəhvəti istəklər idi. Bu günlərin də həmin məsələdir. Bu günlərin bu qüdrətlərin istəyini həyata keçirən və xalqı bu qüdrətlərin qabağında kölüyə çevirən həmin o nəfsani və şəhvəti istəklərdir. Bunun müqabilində ancaq qüdrət, xalq şərəyi özü başa düşər, xalq şərəyi özü anlayar, xalq şərəyi bilir ki, bunlar bizim dostumuz ola bilməz. Dediyim kimi, bunlar son 2 ildə cinayət törətmirlər ki, biz deyək ki, bu 2 ildə. Və biz dünənə kimi Qarabağ məsələsində deyirdik ki, ay, ermənilər məscidlərimizi dağıtdılar, müsəlman dövlətləri sustu, ermənilər məscidlərimizdə donuz saxladılar, müsəlman dövlətləri sustu, nə bilim, torpaqlarımız işğal olundu, müsəlman dövlətləri sustu. Amma bu 2 ildə Qəzzada baş verən hadisələr, məscidlər dağıldı, uşaqlar şəhadətə yetirildi, qadınlar və dinc əhali və saymaqla da qutarmaq. Və biz müsəlman dövləti olaraq niyə buna səsimizi çıxartmadıq? İddiamız idi bu. Öz iddiamıza əsasən niyə buna dillənmədik? Mənası nədir? Mənası budur ki, köləlik, bağlılıq, asıllıq. Mənası budur, bundan başqa yox. Amma xalq məcbur deyil buna. 7 oktyabr məsələsi dünya bunu başa saldı ki, və bunu göstərdi ki, xalqlar hökumətlərindən həmfikir deyirlər. Xalqlar hökumətlərindən başqa cür fikirləşirlər. Hökumətlər ki, çıxırlar BMT-də və yaxud başqa təşkilatlarda xalqların adından danışırlar, bu yalandır. 7 oktyabr bunu sübut elədi. Nətər ki, dünyada 100-ə yaxın dövlətlərdə, hökumətlərdə, dövlətlərdə bu xalqa etiraz elədi. Amma həmin dövlətlərin, əgər 100-ə yaxın dövlətin xalqa etiraz elədirsə, həmin o sayın içində bəlkə də 10 dənə dövlət var idi ki, iqtidar etiraz elədi. Qalan hamısının iqtidarın ağardı, sustu və xalqı sakitləşdirməyə çalışdı, xalqı susturmağa çalışdı. Bu həmin çox köləlikdir. Xalqlar hökumətlərindən həmfikir deyil. Xalq başa düşür. Xalq elə deyil ki, başa düşməyə ki, haqq nədir, batil nədir, zülm nədir, zalim nədir, məzlum nədir. Bunun hamısını başa düşür. Və bu günlərdə bizim xalq da bunu başa düşür. Sadəcə müxtəlif səbəblər var. Onlardan biri də qorxudur ki, xalqı sustura biliblər. Amma bu, təbiidir ki, axıra kimi davam etməyəcəkdir. Hökumətin vəzifəsi budur ki, xalqla baham olsun, xalqın fikrini öyrənsin, xalqın fikrini izah eləsin, xalqın fikrindən hərəkət eləsin. Nəinki 5 nəfər, 10 nəfər, 50 nəfər, 100 nəfər. Mesela bu günlərim 30 il Azərbaycanı altının üstünə çöyrəni bugün gətirib deyirlər ki, boğazına medal asandan sonra, böyük vəzifədə oturandan sonra, nə bilim, ta xalqın başına hər oynasandan sonra deyirlər, bu sən demə, sən xain imişsən.
Götürüb yazırlar ki, bunda erməni, məsələn, qaynatasının məlum o uza çıxdı ki, qaynatası erməniyim. Bunun hamısını 30 il bundan qabaq, 40 il bundan qabaq, 70-ci illərdə Azərbaycanda işləyəndə bunların hamısını biliblər. Və bunun kimi də nə qədərləri var. Yaqub Məmmədov baş nazirin birinci müavini o gün deyici deyir, bunu kimlərin hal-hazırda o qədərdir ki, dövlətin içində. Yəni bunlar hamısı xalqa xəyanətdir. Əsl xəyanət budur. Əsl xəyanət Yahudilərin bizimlə yaxından uzaqdan heç bir əlaqəsi yoxdur. Nə dini, nə mədəni, nə milli, heç bir əlaqəsi yoxdur. Nəyə görə Yahudilər gəlib Azərbaycanda rahat şəkildə istədikləri ayinləri keçirməlidirlər və istədikləri, belə deyək, hərəkatı etməlidirlər. Amma Azərbaycanın 98% müsəlman olurlar, öz ayinini keçirə bilməz. Öz dininə düzgün riayət eləyənməz. Heç hey məhdudiyyətlər, hey məhdudiyyətlər, hey məhdudiyyətlər. Niyə? Çünki Azərbaycanda yaşayan, özlərinin dediyi kimi, İsrailin, Yahudilərin ən böyük icmalarından biri iqtidar üçün təhlükə deyil. Həm daxildən o təhlükə ola da bilməz. Niyə? Çünki həm daxildən və həm xaricdən bütün sosial, maddi və mənəvi tələbləri belə deyək, ödənilir. Amma Azərbaycan xalqı belə deyil. Azərbaycan xalqının nə sosial tələblər ödənilir, nə maddi tələblər ödənilir, nə mənəvi tələblər ödənilir. O təbiidir ki, bu gün həm deyirlər ki, bu Yahudi icmasının bizdən nə işi var ki, olmayacaqdır. Çünki bütün tələbləri ödənilir. Və rifah içində də yaşayırlar. Amma Azərbaycan xalqı belə deyil. Bunların bizlə yaxından, uzaqdan heç bir əlaqəsi yoxdur. Və bunlar cinayətkardırlar. Cinayətkardılar. Bunların cinayətini heç kəs örtüb örtbasdır edə bilməz. Sadəcə qüdrət var, vəssalam. Qüdrət var, asıllıq var, bağlılıq var. Bu qüdrətin də qabağında qüdrət də yana bilər. İlahi qüdrət də yana bilər. Və ilahi qüdrət də gec və ya tez inşallah ki, bərpa olar və zalimə inşallah Allahın köməkliyi öz sözünü deyər. Mən xalqa buradan bizi izləyənlərə demək istəyirəm. Bu günlərin haqqı deyənlər ölkəmizdə ya xain elan olunur, ya narkoman elan olunur, ya oğru elan olunur, ya cinayətkar. Yəni bunu xalq özü bilir. Amma mənim sözüm nədir? Mənim sözüm budur ki, bu tək bu günlərim olmayıbdır. Bu günlərin bu işi görənlərin sələfləri də bu işi görüblər. İstər 18-ci ilin əvvəllərində olsun, nətər ki, ruhanilər Nəcəfdən, Məşəddən, İsfahandan, müxtəlif yerlərindən qayıtdılar öz ölkələrinə. O vaxt ki, Rusiya ilə müharibədə iştirak elədilər, öz məmləkətlərinin azadlığı üçün şəhid oldular. Bunlara da həmin Rus hökuməti o vaxtı deyirdi, bunlar xaindilər. Bunlar, nə bilim, Nəcəf adamlarıdır, bunlar Məşəd adamlarıdır, bunlar başqa yerə işləyənlərdir. 30-cu illərdə də bu işi gördülər. 30-cu illərdə Azərbaycanda o şairlər ki, o yazıçılar ki, o ziyalılar ki, o müəllimlər ki, Azərbaycan xalqının haqqını dedi, həminki struktur tərəfindən xain elan olundular, nə bilim, narkoman elan olundular, satqın elan olundular vardı. Bu gün də həmin iş davam edir. Yəni, heç bir şey dəyişmir. Ümumiyyətcə, tarixdə heç nə dəyişmir. Ona görə Əleyhisselam, İmam Həsən Əleyhisselama buyurur ki, tarixi yaxşı öyrən. Mən tarixi elə bilirdim, sanki onlarla yaşayırdım. Yəni, tarix həmişə təkrarlanır. Sadəcə bəzi vaxt modelləri dəyişir. Bəs budur, bugünkülər həmin onun davamını davam edirlər. O babalarının, o atalarının, belə deyək, yolunu davam edirlər. Amma yenə də söyülsək də, xain deyilsək də, narkoman deyilsək də, oğru deyilsək də, cinayətkar deyilsək də, biz bu günlərin bunu deyirik ki, xalq təhlükədədir, Azərbaycan təhlükədədir və bu təhlükəni xalq üçün, torpağımız üçün, məmləkətimiz üçün, əziz ölkəmiz üçün yaradanlar bu günlərin zərrə qədər Azərbaycanı sevməyən iqtidarda oturanlardılar. Nətər ki, dünənlərim gördünüz Bakının mərkəzində varlılar yığışırlar, belə deyək, dönərxana açırlar, pizzaxana açırlar. Ora yığılan oliqarxlar və onların oğlanlarının heç hansının bir dənəsini Qarabağ müharibəsində siz görənməzsiniz. Yox idilər.
Bu günlərim gəliblər, qəşəng Azərbaycanın sərvətini, malını və taliyirlər. Yəni, bunların zərrə qədər Azərbaycan sevgisi yoxdur. Zərrə qədər Azərbaycan sevgisi yoxdur. Olsa, əgər Azərbaycan sevgiləri olsaydılar, bunların Qarabağ, 1-ci Qarabağ, 2-ci Qarabağda iştirak edərdilər. Azərbaycan sevgiləri olsaydılar, Azərbaycanda yaşayan yahudilərdən çox öz xalqlarının rifahından, öz millətlərinin rifahından məşğul olardılar. Əgər Azərbaycan xalqını sevsəydilər, Azərbaycan xalqına heç olmasa hörmət qoyardılar. Yəni, bunların hesansını eləmədilər. Allah'ın Teala İzzət-i Cəlalı hörmətinə xalqımızı bu zalim və zülümdən nizat etsin inşallah. Amin. Allah'ın Teala İzzət-i Cəlalı hörmətinə xalqımıza agahlık və bəsirət əta eləsin. Və gec-tez Allah'ın vədəsidir, haqq öz yerini tutar inşallah və zulm və batil həmişə aradan gedəndə vardan getməyə məhkumdur. Esselamu Aleyküm və Rəhmətullahi və Bərəkətuhu. Teşekkürler. Çok sağ olun. Şeyh Ramiz kardeşin sağlamakçılığına salavat hediye edelim. Allahümme sallallahu. İndi ise beğenmek okumadı inşallah. Davet edilir Şeyh Doğru kardeşi gelsinler. Beğenmek okusunlar inşallah. Bu çıxırlar, ayaq soğumaz. Azərbaycan ruhanilərinin ölkəmizdə keçirilməsi planlaşdırılan, lakin xalqın haqlı etirazı nəticəsində ləğv olunmuş Beynəlxalq Ruhanilər Assosiasiyasının toplantısına münasibəti. Bəyanat. Bismillahirrahmanirrahim. لَتَجِدَنَّ أَشَدَّ النَّاسِ عَدَاوَةً لِلَّذِينَ آمَنُوا الْيَهُودَ. İnsanlar içində iman gətirənlərə qarşı ən qatı düşmənçilik edənlərin Yahudilər olduğunu görəcəksən. İlə axır. Maide surəsi 82-ci ayə. Qərbin himayəsi altında fəaliyyət göstərməsinə baxmayaraq, qeyri-legitim İsrail rejiminin beynəlxalq arenada sürətlə nüfuz itirdiyi və tənəzzül dövrü yaşadığı artıq heç kim üçün sir deyil. Apartheid və işğal siyasəti ilə tanınan bu rejim hər ötən gün insanlığa zidd vəhşilikləri ilə daha da təcrid olunur, dünya ictimaiyyətinin nifrət obyektinə çevrilir. Bu reallığı dərk edən ABŞ öz proksi qüvvəsi olan İsrailə dəstəyini artırmaq və böyük İsrail hökuməti ideyasını reallaşdırmaq məqsədi ilə 2020-ci ilin sentyabrında imzalanmış müsəlman ölkələrini İsraillə normallaşma prosesinə cəlb etməyə yönələn İbrahim Sazişi adlı layihənin icrasını son illər daha da fəallaşdırmışdır. Bu təsadüfi deyil, Qəzzada ABŞ-ın birbaşa dəstəyi ilə soyqırım törədən İsrail rejimi bugün bütün dünyanın tənqid və nifrət hədəfinə çevrilmişdir. ABŞ yaranmış gərginliyi azaltmaq məqsədi ilə Qəzza müharibəsini formal şəkildə dayandırmaqla yanaşı, İsraili İslam dünyasının siyasi, iqtisadi və mədəni müstəvisinə daxil etməyə yönəlmiş siyasətini bütün gücü ilə həyata keçirməkdədir. Bu çərçivədə 3-6 noyabr tarixlərində Azərbaycanda keçirilməsi planlaşdırılan Beynəlxalq Ruhanilər Assosiasiyasının toplantısı ilk dəfə olaraq bir müsəlman ölkəsi kimi Azərbaycanın İbrahim Sazişi layihəsinə tərəfdaş kimi təqdim edilməsi məqsədini daşıyırdı. Bu təşəbbüs həm ölkəmizə, həm də digər müsəlman dövlətlərinə siyasi təzyiq göstərmək, onları siyonist rejimlə əməkdaşlığa sövq etmək niyyəti güdüldü. Qəzza faciəsindən sonra uşaq qatili və müharibə cinayətləri ilə tanınan İsrail rejiminin xüsusilə də müsəlman xalqları arasında mənfur və amansız bir rejim kimi tanınmasından sonra Avropa xalqlarının təşəbbüsü ilə belə bir toplantının Azərbaycanda keçirilməsi xalqımız üçün həm mənəvi ləkə, həm də tarixi rüsvayçılıq olardı. Buna görə də xalqımız haqlı olaraq
bu tədbirə qarşı etiraz səsini ucaltdı və öz qəti mövqeyini nümayiş etdirdi. Əgər bu mənfur yığıncaq Azərbaycanda baş tutsaydı, dünyanın azadlıqsevər insanları Azərbaycan adını məzluma kömək edən və ədaləti qoruyan bir xalq kimi deyil, təəssüf ki, uşaq qatillərini müdafiə edən və insani dəyərləri tapdalayan bir ölkə kimi xatırlayacaqdılar. Biz torpaqları uzun illər işğal altında qalmış bir xalqın ruhaniləri olaraq Siyonizmin bölgəmiz üçün yarada biləcəyi təhlükələri nəzərə alaraq müqəddəs Azərbaycan torpaqlarında xalqımızın İslami və insani dəyərlərinin tapdalanmasına yönələn bütün addımların dərhal dayandırılmasını, eləcə də Azərbaycanın hər hansı siyasi layihə vasitəsilə Siyonizmin təsiri altına düşməsinin qarşısına alınmasını tələb edirik. Tarix boyu dövləti olmayan bu rejim Fələstinə gəldiyi gündən oradakı insanlara qarşı xəyanətkar münasibət göstərmiş, onların torpaqlarını ələ keçirmək və məhv etmək siyasəti yürütmüşdür. Bugün Qəzzada baş verən faciələr həmin siyasətin birbaşa nəticəsidir. Sabah eyni siyonist təxribatların Azərbaycan xalqının da başına getirilməsi üçün ayıq-sayıq olmalı, bu acı təcrübədən dərs və ibrət götürməliyik. Əziz xalqımız, Qərbin və BMT-nin dəstəyi ilə başqasının torpağında yaradılmış bu işğalcı dövlət, siyonist rejim hələ yaranmamışdan bu günə qədər öz zülm və təcavüz siyasətindən əl çəkməmişdir. Əqsa fırtınası hadisəsi bu zülmün pərdəsini tam aradan qaldıraraq dünyanın vicdanını oyatmış, nəticədə 100-dən artıq ölkədə siyonistlərə qarşı kütləvi etirazlar və mitinglər keçirilmiş, bu rejim artıq təkcə dünyada deyil, hətta İsrail özündə belə təhlükəsizliyini itirmişdir. Belə bir həssas zamanda bu rejimlə əlaqədar beynəlxalq konferansın Azərbaycanda keçirilməsinin bir ay öncədən elan olunması siyonistlərin ölkəmizdəki əlavələrinin açıq fəaliyyət göstərdiyini və müəyyən dairələrdə təsir gücünə sahib olduqlarını açıq şəkildə göstərir. Artıq tam aydın olmuşdur ki, xalqımızın milli kimliyinə, tarixinə və dininə yönəlmiş hücumların arxasında kimlər dayanır? Azərbaycanda baş verən uşaq oğurluqları, insan alveri, qadınların cinsi istismarı, bədən orqanlarının qanunsuz ticarəti və digər ağır cinayətlər də bu qüvvələrin nəzarəti və təsiri altında həyata keçirilir. Dinə qoyulan qadağalar, müqəddəslərimizə qarşı edilən təhqirlər, ruhanilərimizin və dindarlarımızın əsasız yeri həbsi də eyni mərkəzdən idarə olunur. Əgər bütün bunların qarşısı alınmazsa, Azərbaycan xalqının da Fələstin xalqının acı talihi ilə üz-üzə qalacağı qaçılmazdır. Bugün ölkəmizdə təhsil, siyasət, iqtisadiyyat, səhiyyə, hərbi, sənaye, habelə kənd təsərrüfatı və mədəniyyət kimi sahələrdə xalqın mənafiyi deyil, Yəhudi siyonist maraqları ön plana çıxarılır. Biz bu bəyanatla bütün vicdanlı insanları, azadlıq sevər və imanlı vətəndaşlarımızı birliyə çağırır, milli kimliyimizi, dinimizi və müstəqilliyimizi qorumağa səsləyirik. Bugün dünya xalqlarının oyandığı, vicdanın səsinin ucaldığı bir zamanda susmaq xəyanətdir. Ədalət tələb etmək, xalqın ayıq sayıqlığı, mənəvi oyanış və haqqın yanında möhkəm dayanmaq ilahi vəzifədir. Necə ki, bu millət düşmənin planlarını ifşa etməklə və öz ilahi borcunu yerinə yetirməklə qalib gəlmişdir. Eləcə də bütün digər sahələrdə xalqımız eyni iman və iradə ilə uğurlar əldə edə bilər. Xalq öz əzm və iradəsini qoruyarsa, imanını möhkəm saxlayarsa, bütün meydanlardan qalib çıxacaqdır. Azərbaycanın nüfuzlu ruhaniləri 30-10-2025-ci il. Çox sağ olun, Allah razı olsun, təşəkkür ederim. Allahümme salli ala Muhammed ve ala Muhammed. Teşekkürler. Qısa xalqın səsi var, bir dənə onu da alırlar. Azam vaxtı olduğu üçün bizim məclisimiz yekunlaşır, konferansımız yekunlaşır. Qısa bir xalqın səsi adlı bir yazı qeyd eləmişəm bizə Azərbaycan xalqının
nümayəndələri, vətəndaşlarımız göndərib o yazını istəyirlər ki, əlbəttə istəyirlər o yazılar bir çoxu burada səslənsin, amma daha vaxt yoxdur, azad vaxtıdır və konferansımızın da vaxtı yekunlaşır. Mən qısa olaraq bunu seçim, xalqın sesi olaraq bunu səsləndirim. Hamınıza Allah'a tapşırıram, Allah'a amandı olun və bir daha təşəkkür edirəm. Zəhmət çəkib gəldiniz və bu konferansda zəhməti keçən hər kəsə bir daha təşəkkür edirik. Xalqın sesi. Biz onları ölkəmizdə görmək istəmirik. Biz yahudiləri, xaxamları, sionistləri, cuhudları, uşaq qatillərini, işğalçıları ölkəmizdə görmək istəmirik. Sionizm illərlə məzlum xalqların qanı üzərində qurulmuş bir ideologiyadır. Bu zülmün təmsilçilərinin ölkəmizdə konferans keçirilməsi nə ədalətə, nə də vicdana sığar. Azərbaycan torpağı əhl-i dəyərləri ilə yoğrulur. Burada zülm ideologiyasına yer yoxdur. Biz ədalətin, haqqın və insanlığın yanındayıq. Siyonist konferansına yox deyirik, zülmə meydan verməyəcəyik. Çox sağ olun, Allah razı olsun, təşəkkür ederim. Allah razı olsun, çox sağ olun. İnşallah işimizin daha da ixlasına alınması üçün və zalimlərin nəhrinin aldı olmasına xatir Peyğəmbər və Peyğəmbərin gül zamanına salavat edəydik. Allah.